Sağ ol, müəllim. Salam, axşamınız xeyir. Deməli gənclər, baxın, mən imtahanda sualları hansı ardıcıllıqla seçirəm? Bax, onu da sizə göstərməyə çalışacağam. Hansı ardıcıllıqla seçmək lazımdır? Çünki tələbələr əksər hallarda çox istəyirlər və çox istəyən də azın olur. Yəni, o toplaya biləcəyi nəticəni də göstərə bilmir. Çünki bəzi suallarda çox vaxt itirir. Məsəl üçün, baxın, elə bil ki, artıq imtahandayıq və biz necə yanaşırıq? Normalda bu 46 nömrəli sualı bir çoxunuz yaza bilərsiniz. Amma məsəl üçün, mən imtahanda birinci o streslə, o həyəcanla bu sualı yazmaram. Bunu saxlayıram ikinci hissəyə. Buradan bir neçə sadə sual tapıram və həmən sadə sualları birinci, bir 15 dənə falan heç olmasa bir sadə sual var burada. Onları tapıram və birinci onları izah edəcəm. Gələk burada nəyə baxaq? Məsəl üçün, bu sual sadə sualdır. Təbii ki, bunun çətin versiyaları da olur, o qarışıq. Əgər o düşsə, onu birinci yazmayasınız, ha. Amma məsəl üçün, təsəvvür edin ki, mən indi birinci imtahanda olsaydım, hansı ardıcıllıqla yazardım? Bax, onu sizə göstərməyə çalışıram. Siz də özünüz bu formada sualları seçib işləməlisiniz. Bu sualda, məsələn, biz bilirik ki, hər bir dairəyə neçə xətt birləşirsə, onu qeyd eləmək lazımdır. K-ya 3 xətt birləşir, M-ə 4 xətt birləşir, L-ə 3 xətt birləşir, N-ə 5 xətt birləşir, O-ya 1 xətt, P-yə 2 xətt. Burada da bu 1 xəttdir, bu 3 xəttdir, 4 xəttdir, 2 xəttdir, 5-dir və 3-dür. Bəzən tələbələr istəyir ki, bunları yazmasınlar və o vaxtdan qabağa düşəcək, amma elə vapşı adam qarışdırır. Ona görə də bunları yazsaz yaxşı olur. Bir dənə hərf burada bir xəttli olan O-dur. Bura düşəcək bizdə O. O-dan çıxan o xətt gəlir birləşir N-ə. Onda bu xətti izləsək, gəlib burada çatacaq və bu olacaq N. 4 xətli burada bir dənə var da, başqa yoxdur. 4 xətli M-dir. Onda burada da x-in yerində olacaq bizdə M. X-in yerində M olacaqsa, tez variantlara baxıram. Görürəm ki, məndə qaldı burada 3 variant. 2 xətli burada bir dənə var da, P-dir. Başqa yoxdur. Onda bu olacaq burada P. Artıq biz cavabı tapdıq. Bizdə Y-in yerinə artıq P düşə bilməz. Ona görə A variantı getdi. Y-in yerində P verib. Y-in yerində N də ola bilməz. N axı buradadır. O tapılıb. O da getdi və cavabımız oldu 1 B variantı. 1 bal bax burada artıq qazandıq. Ümumiyyətlə operatordur, rebusdur, yəni ilk başlanğıcda bunlara yox. Niyə? Bunlar ikinci səviyyədir. Bir də üçüncü səviyyə. Üç səviyyə ayırırıq da imtahanı. Məsələn, onları hissə-hissə ayıracam. Məsəl üçün, bu sualı yazaram. İmtahanın başlanğıcında həyəcanı atmaq üçün bu sualı yazaram. Kvadrat müstəvi fiqurudur, kub fəza fiqurudur. Bizə deməli bir dənə müstəvi, bir dənə fəza fiquru lazımdır. Cavabımız paraleloqram və paralelipipeddir. Bu müstəvi, bu fəza fiqurudur. Məsələn, bu sualı yazmaq olar. Sadə sualdır. Dairə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Sol yuxarı küncdədir. Düşdü buradan sol aşağıya. Keçdi buradan sağ aşağıya. İndi bir dənə də belə hərəkət eləyəndə bu səfər o sağ yuxarıda, bu tərəfə olmalıdır. Hə, bu tərəfdə olmalıdırsa, bir dənə variant da var da bu. Cavab avtomatik olaraq olacaq D variantı. Bir dənə bir fiqurdan məsəl üçün tapdım. Artıq 3 balımız var. Məsəl üçün gəlirəm burada, yenə sadə sualları axtarıram. Məsəl üçün bu sual çox çətin səviyyə sayılmır. Birinci növbədə sən bunu har açmalısan? Bir öncəki şəkildə qalın xətlərlə nəyi veribsə, sən birinci onu yaratmalısan. Qalın xətlərlə görünən hissəni. Bunu da yaratmaq üçün fiquru bu istiqamətdə aşıtmaq lazımdır. Bu diaqonal açılışdır. Ümumiyyətlə simmetriya zamanı belə bir şey var. Xəttə yaxın olan fiqur yaxına, uzaq olan fiqur uzağa düşür. Məsəl üçün, burada ən küncdəki bu qara gəlib burada ən uzağa, ən yuxarı düşməlidir. Bura düşməlidir. Xəttə düz birləşən bu xətt gəlib burada, bura belə düşməlidir. Bir dənə burada tələbələr bəzən bunda çaşırlar. Bilmirlər ki, bunun üzü belə, məsəl üçün, burada aşağıya mı olmalıdır, yoxsa burada bunun üzü yuxarıya doğru mu olmalıdır? Yəni, belə mi olmalıdır?
Onu da əslində heç təsəvvür etmədən də tapa bilərsən. Hal-hazırda sənin qatlama xəttin nədir? Bax bu. Bax bu xəttimiz bizim qatlama xəttimizdir. Bax bu balaca xətt üzü qatlama xəttinə tərəf baxır? Təbii ki, xeyr. Əgər bunun üzü qatlama xəttinə tərəf baxsaydı, onda burada da bunun üzü belə aşağı qatlama xəttinə tərəf baxmalı idi. Amma burada bunun üzü xəttə tərəf baxmırsa, onda burada da baxmamalıdır. Və bunun üzü belə yuxarıya doğru olmalıdır. O qatlama xəttimizə tərəf baxmamalıdır. Qayda belədir. Xəttə yaxın olan yaxın, uzaq olan uzaq düşür. İstiqaməti xəttə tərəf olan yenə də eyni formada olmalıdır. Ona görə də bu belə bu formada düşəcək. Və bunun hamısını çəkməyin ha uşaqlar. Biraz çəkəndə tez varianta baxın ki, bəlkə variant tapıldı. Məsəl üçün bu küncdə qaranı verməyib. Bu küncdə qaranı verməyib. Getdi. B variantında ümumiyyətlə bunun aşağısındakı orijinal hissəni belə səhv verib. Qaldı C ilə Y. Bu variantlarda baxın, burada bunları tərsinə qoyub. Bizdə axı bu C variantındakı kimidir. Bax, oldu bizdə artıq 4 bal. Bax, heç ardıcılığa da baxmıram. Əslində çox sadədir, amma baxmıram. Hələ imtahanın stresini atmaq üçün 15 bal toplayacağam burada. Dağ, mağara. Dağda bilirsiniz də, o belə deyək, mağaralar olur, əvvəllər orada insanlar yaşayıb. Ağacda da həmən mağara formasında olan dəliklər nə adlanır? Koğuş adlanır. Ağacda olan o böyük dəliklər koğuş adlanır. Bunlara heç baxmıram da özü görürsünüz. Bax, mən ən sadələrini birinci baxıram. 65. Gövdə ağcaqovaq ağac. Biz bilirik ki, ağacın bir növü ağcaqovaqdır və onun da nəyi olur? Ağacın da nəyi olur? Gövdəsi olur. Deməli, ağacın bir növü ağcaqovaqdır və ağacın nəyi olur? Gövdəsi olur. Bir parçasıdır da onun, düzdürmü? Qızıl gülün bir növü güldür. Yox, bu səhvdir. Bunların yeri birdən tərsinə olsaydı, hə, bəlkə ola bilərdi. Gülün növü qızıl gül, tərsinə qoysaydı yerinə ola bilərdi. Hekayənin növü kitabdır. Yox, olmaz. Kökün növü milçəkqırandır. Xeyr. Quşun növü bülbüldür. Hə, bu ola bilər. Quşun növü bülbüldür, düzdür. Və quşun dimdiyi olur. Və bu uyğun gəlir. Amma bəzən adam o imtahan həyəcanından Y variantını da düşünə bilir. Baxın. Nəqliyyatın bir növü avtobusdur və deyir nəqliyyatda da sərnişin olur da. Düzdür, belə də düşünür. Amma burada əlaqəyə bir dənə baxın uşaqlar. Bu ağacın gövdə bir parçasıdır, bir hissəsidir. Quşun da dimdik onun hissəsidir. Amma sərnişin nəqliyyatın bir hissəsi, bir parçası deyil. Heç nəqliyyatda sərnişin olmaya da bilər. Boş da ola bilər. Yəni bu əlaqə uyğun gəlmir. Onun üçün bizim cavabımız burada olacaq D variantı. Sözlər birləşir, bir mətn əmələ gətirir. Yəni belə deyək də, mətn sözlərdən ibarətdir. Ayaq böcəklərdən ibarətdir? Yox. Budaq ağaclardan ibarətdir? Yox. Yeri tərsinə olsaydı, hə, olardı. Saç başlardan ibarətdir? Yox. Sinir beyinlərdən ibarətdir? Yox. Cavab C variantıdır. Hüceyrə toxuma hüceyrələrdən ibarətdir. Bəli. Mətnlər sözlərdən, toxumalar da hüceyrələrdən ibarətdir. Buna baxmıram. Bu qalsın hələ ki. Gəldim burada. Yenə təkrar sualı uşaqlar. Sonda təkrarın neçə dənə olduğunu sizə göstərərəm bu iki qəbulda. Bu bizim şəkillərdə işlədiyimiz təkrar sualdır. Burada sadəcə burada verilən fiqur fırladılmadan eyni formada qarşı tərəfdə verilib. Simmetriya deyil ha, güzgü əksi deyil, eynisidir. Bunu burada qoyub eynisini. Buradakı şəklin isə eynisini burada qoyub. İndi burada çatışmayan şeyləri sən tamamlamalısan artıq. Məsələn, buradakı fiqurda və buradakı fiqurda. Bura nə gələcək? Bir də ona bir dənə baxaq. Və bu üç dənə xətt buradakı xəttlər var. Bizə gələcək burada belə bir xətt. Bunun sağ tərəfi belə qara. Burası qara. Bir də aşağı hissəsində bir dənə ağ dairə, bir dənə qara dairə, bir dənə ağ dairə.
Elə bir dənə bundan bax cavab çıxdı uşaqlar. Bu sadəcə bir dənə variant da var. Yəni yuxarı hissəsi belə olan bir dənə variant var. O da D variantıdır. Məsəl üçün bu üç qaran burada aşağıda verib, nöqtəni yuxarıda verib, tərsinə qoyub. C-də də tərsinə qoyub. B-də ümumiyyətlə burada yoxdur heç o həmin hissə. A-da da yoxdur. Və buradakı şəkildə bu tərəfə gəlməlidirsə, bunu da bura məsəl üçün gətirsək, üçbucaq gələcək burada yuxarıya, və bu gələcək bura, qara, bura gələcək kvadrat. Baxın. Hə, bax bu çətindir, amma elə uşaqlar var ki, bəzən bunları yaza bilirlər. Ümumiyyətlə burada 3-4 dənə şeylər var ki, onlar əsasən çətindir. Məsələn, bir tələbələr çox vaxt çətinlik çəkir. Termometr, ampermetr, voltmetr, dinamometr, santimetr, millimetr, kilometr bu sözlərdə. Metrlə qutaranlar. İkincisi tələbələr çətinlik çəkir. O psixologiyada temperamentin tipləri var. Bax, onda çətinlik çəkirlər. Melanxolik, sanqvinik, xolerik. O dördüncüsü də deyəsən var idi, yadımdan çıxdı o. Bunlar Flegmatik idi. flegmatik, ay sağ ol. Bunlar hərflərin yerini qarışdıranda çətin olur tapmaq. Bu. Bir də tələbələrin ən çox çətinlik çəkdiyi imperiya, federasiya, monarxiya, respublika, belə şeyləri tapmaq. Bir dənə də sonuncu şey deyim sizə. Tələbələr burada bir də nəyidə çətinlik çəkir? Kapitalizm, sosializm, kommunizm, rasionalizm belə şeylər verir bəzən. Onu da hərflərini düzəltmək çətindir. Və bir dəfə də imtahanda şey vermişdi. Azərbaycan dilində terminlər var idi. Məsələn, qrammatika, orfoqrafiya, sintaksis, bu da çətindir. Bu da çətindir. Əslində, yəni çox da asan deyil. Uroloq həkimin bir növüdür. Kardioloq, qastroloq, oftalmoloq, cavab A variantıdır. Nekroloq. Nekroloq nəsə ölümlə bağlı bir əsər növüdürmü, nəsə belə bir şey var idi. Axtarmışdıq onu biz Google-da. Müəllim, qəzetdə verirlər, baş sağlığı, qəzetlərdə Ay olur sağ o. ol. Nəsə öləndə falan, bəli, bəzən Bəli, bəli. nekroloq deyirlər. Ona Düzdür. nekrolog deyirlər, bəli. Ay sağ ol. Tamamilə doğrudur. Cavabımız A variantıdır. Gəldik növbəti burada başqa hansı? Məsəl üçün bu sual. 74. Sadə sualdır. Fiqur 180 dərəcə fırladılıb. 180 dərəcə ən rahatlardan biridir. Çünki məsəl üçün bir ox işarəsi yuxarı sağ tərəfə baxırsa, məsələn 180 dərəcə fırladanda aşağı sol tərəfə baxacaq. Tam əks vəziyyət alacaq. Məsələn, burada da heç mən bunu fırlatmağı bacarmıram, hə? Burada xətt məsəl üçün yuxarıda belə sağa əyri, sağa doğrudur. İndi isə aşağıda sola doğru. Və rəngi də olur, dəyişir. Əksinə. İndi məndə bu yuxarıda sol tərəfə meyillidirsə, bunu 180 dərəcə fırladanda aşağıda sağ tərəfə meyilli olmalıdır. Bu ya D variantıdır, ya da Y variantıdır. Xətt burada ortadadır, gəlib burada uc hissəyə. Onda burada da xətt ortadadırsa, indi uc hissəyə gəlməlidir. O zaman cavabımız olacaq D variantı. Baxın, fiqurlardan hərəsindən bir dənə ağ, bir dənə qara, bir dənə boz var. Məsəl üçün, bu düzbucaqlı bir dəfə ağdır, bir dəfə qaradır, bir dəfə bozdur. İndi növbətdə bir yenə ağ olmalıdır. Ağ olmalıdırsa, bu variantlar getdi. Məsəl üçün, üçbucaq qaradır, bozdur, ağdır. İndi növbətdə və yenə qara olmalıdır. Onda bu da getdi. İndi isə artıq burada rənglərdə problem yoxdur. Burada yerlərinə baxmaq lazımdır. Yerini tapmaq lazımdır. Məsəl üçün, burada kvadrat sonuncu yerdədir. Sonra gəldi bir dənə geriyə doğru ortaya. Sonra bir dənə də gəldi burada əvvələ. Düzdür? Yəni bu elə bil ki, geriyə doğrudur. Əks istiqamətdə geriyə hərəkət edir. İndi bu əvvəldədirsə növbəti şəkildə hara gedər bu? Bu sonda olar. Gələcək burada sonda. Yəni heç buna baxmayaydım, fikrimdən çıxdı. Çünki A-da da, Y-də də eyni yerdədir. Üçbucağa baxaq. Üçbucaq da geriyə dal-dal hərəkət edir. İkinci yerdədir.
Gəldi birinci yerə. Yol qurtardığı üçün təzədən qayıtdı sona. İndi yenə bir də hərəkət eləyəndə bu istiqamətdə o olacaq ortada. Üçbucaq ortada olacaqsa cavabımız hansı variantdır? A variantıdır. Uşaqlar, mən izah edəndə nəyə başa düşməsə soruşun, yaxşımı? Sona saxlamayın. Sualınızı verin. Simmetriya əksər imtahanlarda 2-dən düşür. Amma bunu tam açmağa ehtiyac yoxdur. Bunu soldan sağa açanda aşağıdakı kəsi hissə gəlib düşəcək bura. Bu sol tərəfdəki kəsi hissə gəlib düşəcək bura. Və yuxarıda da bunun bu hissəsində biraz kəsi əyri hissə var. O da bir dəfə də bura belə düşəndə burada sanki belə bir üçbucaq kimi bir boşluq yaranacaq. Və hələ bir dənə burada variantlara baxın. Bunu hələ tam açmağa ehtiyac yoxdur. Məsəl üçün D variantında buradakı aşağıdakı 2 dənə boşluq verməyib. C variantında sağ tərəfdəki bu boşluğu verməyib. Qaldı 3 dənə. Bunu sonra bütöv halda yuxarıya açanda bunun ortasındakı bu üçbucağa oxşayan boşluqdan bir dənə də bunun qarşısına düşəndə burada sanki bir romb yaranacaq ortada. Ortasında romb olacaqsa A səhvdir, Y də səhvdir. Cavab B variantıdır. Tam açmağa ehtiyac yoxdur ki, biraz açırsan və tapırsan. Baxın uşaqlar, bu kubda təkrar sualdır. Əvvəlki illərin qəbullarında yenə var idi. Deyir, açılışa uyğun olmayanları seçin. Hansı uyğun deyil. 2-ni bura 90 dərəcə aşırdanda 2 gəlib burada belə düşəcək. Təsəvvür edin ki, artıq 2 heç orada yoxdur. Bax, mən bunu buradan silirəm siz üçün. Bax, 2 buradan getdi. İndi bir dənə nəyə baxırsınız, gənclər? Bizdən səhvləri istəyir də, düzdür? 1-in qarşı üzü nədir, gənclər? Kim mənə deyər? 1-in qarşı üzü nədir? 3'tür. 3. 1 ilə 3 eyni anda görünə bilərmi? Açılış yox, qapalı Hayır. qutu. O zaman 1 yanlışdır, 4 də yanlışdır. Sualın cavabı da elə 1-4-dür. 1 də yanlışdır, 4 də yanlışdır. Digərlərində doğruluğunu əlbəttə sən yoxlamalısan. Çünki imtahanda sən bilmirsən ki, bu qapa açıq testdə necə yoxlaya bilərəm? Hərflərin bir-birindən istiqamətindən. Məsələn, A-nın başı nəyə baxır? A-nın başı 2 rəqəminə tərəf baxır. Bax, ikinci şəkildə həqiqətən də A-nın başı 2-yə tərəf baxır. Düzdür. 1 90 dərəcə bura fırlansa, həqiqətən də gələcək burada belə düşəcək. Bu formada düşəcək. Yəni 2-nin daha doğrusu A tərəfdən baxsaq, A-nın üzərində 2, A-nın sağında 1. Yəni bu düzdür. Problem yoxdur. Üçüncü. C-nin üzü 1-ə tərəf baxırmı? Bəli, bu da. C-nin üzü 1-ə tərəf baxır. C-nin aşağısında B varmı? O da var. 3 də düzdür. 5-ci də düzdür. A-nın baş hissəsi 2-yə tərəf baxırmı? Baxır. Və A-nın solunda 3 rəqəmi varmı? Bəli. Burada baxın, A-nın solunda 3 rəqəm var. Bu da düzdür. Burada səhv istəyirsənsə məndən, səhv yalnız 1 ilə 4-dür. O da qarşı üz qaydası ilə tapıldı. Baxın, hələ mən bunlara baxmıram, amma bunlar çox asandır. Bu 93 falan bu məsələ çox asandır. Prosta baxmıram. Niyə? Çünki biz birinci görünüşdə onun asan və ya çətin olduğunu tuta bilmərik. Biz imtahandayıq da indi. Ona görə lap asanlarını tutaq. Ona görə mən ona baxmıram. İndi birazdan baxacağım, özü görəcəksiniz nə qədər asandır. Bax bu, uşaqların bir çoxu yazmamışdı. İmtahanın açıq testi, amma çox sadə sualdır. Baxın, özünüz də mənə haqq verəcəksiniz. A ilə B-nin cəmi 15-dir birincisində. A ilə C-nin cəmi 7-dir. Bunları tərəf-tərəfə çıxanda, sol tərəfi soldan, sağ tərəfi sağdan çıxırsınız. A-lar gedir. Qalır B çıxılsın C. Nəyə bərabərdir? Bundan da bunu çıxanda qalır nəyə? 8-ə. Düzdür, uşaqlar? Baxın. B çıxılsın C bərabərdir 8-ə. Bu A variantı 1-ə aiddir. 1A. Gəldim 2-yə. A ilə B-nin cəmi 15-dir. B ilə C-nin cəmi 7-dir. Tərəf-tərəfə çıxanda B-lər gedir. Qalır A çıxılsın C bərabərdir 8-ə.
A çıxılsın S bərabərdir 8-ə. Görürsünüz B. B variantı gəldi bura. Amma bunu tərəf-tərəfə toplayanda da nəticə var. Baxın, tərəf-tərəfə toplayanda alınır A üstə gəlsin C üstə gəlsin 2B bərabərdir 22. Bu da var burada. Baxın. A üstə gəlsin C üstə gəlsin 2B bərabərdir 22. Yəni burada həm B, həm Y uyğun gəlir. B-Y. Sonuncusu A ilə C-nin cəmi bərabərdir 15-ə. B ilə C-nin cəmi bərabərdir 7-yə. Tərəf-tərəfə toplayanda A, B və 2C bərabər olur 22. Bu D variantında var. Tərəf-tərəfə çıxanda isə C-lər gedir, qalır A çıxılsın B bərabərdir 8-ə. Bu da C variantında var. Deməli 1A, 2B'yi, 3D'si. Ardıcıllığımız belədir. Baxın gənclər, mən hələ imtahanda təzə o stresli vaxtımda, həyəcanımda bu 15 dənə, hardasa ondan çox oldu da, görə neçədən düz yazmışıq. Bax, 1, 2, məsəl üçün baxın, 3, hələ burada çoxdur yazsan sual. Rus elə belə saxladım. 4, 5, 6, 7, 8, 9, bax burada var. 10, 11, 12, 13, 14. Baxın, 14-15 dənə sualı 15-20 dəqiqə arasında yazdım. İndi keçirəm artıq orta səviyyəli suallara. Artıq stresimizi atdıq, həyəcanımızı qoyduq kənara. Həm də yavaş-yavaş adamın özgüvən gəlir də. Yəni görürsən ki, yaza bilirsən. Amma kitabçanı birinci açanda uşaqlar sualdan asılı olmayaraq adama qorxunc gəlir. Lap elə 50 dənə sualın bəlkə bu eynisini qoysalar ora. Siz yenə açanda sizə biraz belə qəliz gələcək. Görürsən bu nə olan şeydir. Amma həqiqətə qalanda demək olar ki, imtahan aşağı-yuxarı eyni şey olur. Sadəcə tələbələr bəzi sualları birinci seçməyi məsəl üçün düz eləmir. Bir də məsələn mən tələbənin başı üstə olsaydım, ona desəm filan 10 yaz, bunu yaz. Bunu bəlkə də ondan daha çox nəticə göstərərdi. Sadəcə o qərar verə bilmir ki, hansı asan, hansı çətindir. Hansı vaxt aparan, hansı deyil. Məsələn, bu sudokular biraz təhlükəli suallardır. Çünki balaca olsa da bəzən vaxt aparır. Gəldim burada görək nəticə nə alınır. Hər sətirdə, hər sütunda və hər blokda rəqəm təkrarlana bilməz. Burada 1 yazıla bilməzsə, burada bir dənə var axı 1. Onda bu blokun içərisində 1 yazılacaq, bax bura. 2-nin üstünə. Bura 3 yazıla bilməz, çünki həmən sətirdə bir dənə 3 var. Burada 3 yazıla bilməz, çünki aşağısında 3 var. Bu blokun içərisində 3 yazılacaq buraya. Gəldik burada növbəti nəyə? Mən kömək alıram bu səfər 1 rəqəmindən. Bura 1 düşə bilməz, yox 1 qalsın. 1-dən almıram, başqa bir rəqəmə keçirəm. Məsəl üçün, baxaq növbəti 1-ə baxdıqsa, Bir anın yanında yaza bilərdim. 2-yə baxa bilərik, 2-yə. Bura 2 düşməz. Çünki bu sətirdə bir dənə 2 var. Bu blokun içində 2-ni yazarsınız buraya. Düzdür, bu da getdi. Sonra, bura 2 yaza bilməzsən. Artıq çünki bu sətirdə bir dənə 2 var. Onda bu blokun içində 2-ni yazacaqsan buraya, yuxarıya. İndi lap aşağı sətirdə görək 2-nin yerini tapmaq olar ən aşağı sətirdə. Ən aşağı sətirdə hələ ki yox. İndi birazdan onun yerini taparıq. Keçdim başqa bir rəqəmə. Məsələn, 3 rəqəminə. Bu blokun içərisində 3 rəqəmini tapa bilərik. Niyə? Bura düşməz aşağısında var. Bura düşməz aşağısında var. Onda burada düşməlidir 3 buraya. 2, 1, 3 qaldı 4 ilə 5. Burada 4 var axı. Ona görə buraya yazıram 5-i, buraya yazıram 4. Bu belə tapıldı. Sonra 5, 2, 4, 3 burada bir dənə qaldı 1. Sonra növbəti gəlir nəyə? 2, 1, 3 qaldı 4 ilə 5. Burada 4 var deyə A-nın yerinə yazırsan 5, buraya yazırsan 4.
1, 3, 2 qaldı 4-dən 5. Buraya yazıram 5, buraya yazıram 4. Sonra 1, 5, 4 qaldı 2 ilə 3. Buraya yazıram 2, buraya yazıram 3. 4, 3, 5 qaldı 1 ilə 2. Buraya yazıram 1, buraya yazıram 2. İndi lap aşağı sətirdə 1, 2, 3 var, qalıb 4 ilə 5. B-nin yerinə 4 yaza bilmərəm, çünki ən yuxarısında 4 var. B də olacaq 5, bura düşəcək 4. A da 5-dir, B də 5-dir. Cavabımız olacaq A variantı. 10. Gəldik bura. Baxın, bu da çox çətin deyil ki. Sadəcə mən bunu birincidə saxlamadım. Çünki bəzən olur ki, adamın gözünə dəymir. Ümumiyyətlə, rebus, ardıcıllıq, operator, cədvəl sualları, əgər ilk baxışda 1-2 dəqiqə içində tapa bilməsən, onun üzərində dirəşmə ondan. Get bir kuruq vuran gələrsən, sonra tapacaqsan onu. Yəni yadıva düşür. Amma adam ondan dirəşəndə bəzən görə bilmir onu. Birazdan sonra tapma olur. Və yadda saxlayın. Cədvəl, rebus, operator, ardıcıllıq ən çox düşən şeylər vurma, kvadrat, kub. Vurma çox düşür bunlarda. Vurmanı çox yoxlayın. Rəqəmlərin cəmi, kvadrat, kub. Bəzən kitablarda elə fantastik şey olur ki, tələbə görəndə deyir ki, müəllim, bu da düşür imtahana. Uşaqlar, yəni operatorda o elə şeylər çox nadir hallarda olar. Elə şeylər burada mətn təhlilində olur, çox çətin suallar. Nə bilim, riyazi məsələdə olur. Belə şeylər də yox. Məsəl üçün, burada nədir? Mən birincidən buradan tapa bilmirəm. Buradan da tapa bilmirəm. Mən buradan onu görürəm artıq. Buradan tapmaq olar. 3-ün kvadratı ilə 4-ün kvadratını toplayanda alınır 5-in kvadratı. 6, 8, 10. 6-nın kvadratı ilə 8-in kvadratını toplayanda alınır 10-un kvadratı. Bəs 5 və 12-dən nə alınır? 5-in kvadratı 25-dir. 12-nin kvadratı 144. Bunların cəmi bizə verir 169. 169 nəyin kvadratıdır uşaqlar? 13'ün. Cavab C variantı. Bax bu sual, 49-cu sual. İmtahanın ən asan suallarından biri idi. Amma yenə də yazmayan uşaqlar var idi. Mən onları qınamıram. Çünki bunun şərti nə boydadır? Adam belə bir şərti görəndə belə deyir ki, mən bunu yazan mənəm, keçirsən. Amma əslində çox asan bir sualdır. Deməli, burada bizdə 4 rəqəmli bir şifrə axtarırıq. 4 rəqəmdən ibarət bir şifrə axtarırıq. Deyir ki, əgər Babəkin dediyi rəqəm düzdürsə və onun yeri də düzdürsə, həmən yerdə Y hərfi yazılır. Rəqəm düzdürsə, amma yeri səhvdirsə, N hərfi yazılır. Yox, əgər o rəqəm heç bizim parolumuzda yoxdursa, o zaman onun yerində X yazılır. Rəqəm bizim parolumuzda yoxdursa, onun yerində X yazılır. Deyir, şifrəni tap. Biz burada sadəcə bir X-lərdən şifrəni tapa bilərik. Sadəcə və sadəcə X-lərdən. Yəni, X harda varsa, deməli o rəqəm bizim şifrəmizdə yoxdur. Düzdürmü? Məsəl üçün, birinci cərgədə 1459 rəqəmində 4, 5, 9. Üçünün də yerində X var. Deməli, bizim şifrəmizdə 4 də yoxdur, 5 də yoxdur, 9 da yoxdur. Onda 4 olan bu variantı çıxıram, 5 olan bu variantı çıxıram. İkinci cərgədə isə 3 rəqəminin olduğu yerə X qoyublar. Deməli, 3 rəqəmi bizim şifrəmizdə yoxdur. Onda 3 olan bu variantı çıxıram, 3 olan bu variantı çıxıram. Cavab A variantı. Babəkin parolu 2816. Sadəcə X-ləri bir dənə düz çıxanda cavab qalır. Bu imtahanın çətin suallarından biri də 53-ü sona saxlayıram, bu qalsın. Gəldik buna. Yenə təkrar sual uşaqlar. Hər şey nə qədər təkrardır. Qəbulların arasında var. Yəni istəyən kim olsa həmin an göstərə bilərəm o sualı. Amma bir dənə orada fərq var idi. Orada bizdən rənglənmiş soruşurdu. Burada rənglənməmiş soruşur. Bir dənə sonda bunu dəyişdir bilər. Amma qalan rəqəmlər falan hər şey eynidir.
Böyük çevrənin diametri 3'tür. Birinci mən burada böyük çevrənin, üzr istəyirəm, radiusu. Radiusu 3'tür. Gəl birinci bunun sahəsini hesablayaq. Biz bilirik ki, düstur nədir? Pi vurulsun, radiusun kvadratı. Yəni, böyük çevrənin sahəsi 27-yə bərabərdir. Buraya yazıram ümumi. İndi ağ hissənin, ağ çevrənin sahəsini hesablayaq. Onun isə radiusu bizə verilib, buradan bura qədər 2. Onda bunun sahəsini hesablayıram. Pi vurulsun, radiusun kvadratı. Bərabərdir 12. Deməli, ümumi sahə 27-dir, ağ sahə 12-dir. Sual budur ki, lövhəyə sancılmış bir mizrağın rənglənməmiş hissədə olma ehtimalını tap. Yəni, ağ hissəyə düşmə ehtimalını tap. O, ehtimal nəzəriyyəsinin düsturunu sizə göstərmişdimi? Əlverişli hallar, bir də bölünsün mümkün hallar. Bu həmən düsturla tapılmalıdır. Əlverişli hal odur ki, ağ hissəyə düşsün. Ağ hissənin sahəsi nə qədərdir? 12. Mümkün hal isə ümumi sahədir. Mümkün hal nə qədərdir? Ümumi sahə nə qədərdir? 27. Deməli, sualımızın cavabı 27-də 12. Bu da ixtisar getsə 3-ə, cavab 9-da 4. Ağ hissəyə düşmə ehtimalı 27-də 12-dir. Birdən məsəl üçün bizim o həmən sualda qara hissəyə düşmə ehtimalını soruşurdu. O necə idi bəs? Bir dənə də onu yadımıza salaq. Birinci nə edirdik? Ümumi sahədən ağı çıxırsan, burada qaranın sahəsi nə qədərdir? Qara bərabərdir 15-ə. Çünki ümumi 27-dən ağ hissəni 12-ni çıxanda yerdə qalır qara hissə. Yəni 15. Məsələn, qaraya düşmə ehtimalı desəydi, cavab 15 bölünsün 27. Yenə də əlverişli hal bölünsün mümkün hal. Düstur belədir. Amma bu sualda isə elə cavab birbaşa nədir? 27-də 12, başqa dəyişən yoxdur. Bax bu. Ortadakı rəqəmlərdən həm yuxarıdakını, həm də aşağıdakını almaq lazımdır. Necə almaq olar? 6 ilə 5-i toplayanda eləyir 11. 6-dan 5-i çıxanda eləyir 1. 8 ilə 4-ü toplayanda eləyir 14. Çıxanda eləyir 2. Yəni, toplayıb yuxarıya yazır, çıxır aşağı yazır. Hamısında belədir. 6 ilə 5-in cəmi 11, çıxanda 1. Bunun cəmi 3, çıxanda yenə 3. İndi mən burada Y variantını qoysam, bu qanuna uyğunluq ödəyəcək. Variantla yoxlamalısan. 64 və 42 ödəyir. 6 ilə 4-ün cəmi 10, fərqi 2. 4 ilə 2-nin cəmi 6, fərqi 2. Bu da çətin deyil. O, hissələrin birləşdirilməsi əslində çətindir. Amma o dairə formasında olanda, başqa belə əyri-üyrü formalarda olanda, dama-dama olanda onu birləşdirmək daha rahatdır. Damaları adam daha rahat görə bilir. Deyir ki, 4-ünü birləşdirəndə bu fiqur alınır. Artıq olanı tap. Ancaq bir-bir bunun üzərində yerləşdirməlisən. Belə tapmalısan. Mən birinci növbədə B variantını burada yerləşdirirəm, bax bu formada. Və bu mənim B variantımdır. B variantının yanına sonra D variantını qoyuram. Aşağı hissəyə. D variantı. İkisi də uyğun gəldi. Sonra burada A variantını gətirirəm, qoyuram burada yuxarı hissəyə. A variantıdır. Sonuncu burada qalan Z hərfinə oxşayan hissəyə də Y variantını gətirib qoyuram. Gətirdim, qoydum və artıq olan variantımız hansı qaldı? Artıq olan variantımız olacaq C variantı. Bu yenə də imtahanın məsəl üçün balaca olmağına baxma, bu anaqram imtahanda əksər tələbənin səhv yazdığı sualdır.
Əslində biraz da uyğunsuz, bir mənasız bir testdir. Amma fakt bunu vermiş dedim. Yəni bunu indi bəlkə də hardasa görmüsünüz falan bilirsiniz, amma imtahanda bunu düşsəydi yəqin ki çoxumuz səhv yazardıq. İl rüb. Biz bilirik ki il rüblərdən ibarətdir. Rüb nədir? İlin dörddə bir hissəsi. Bəs estafet nədən ibarətdir? Estafet ümumiyyətlə şeydə olur da, bu termin qaçış yarışında olur. Məsəl üçün deyirək estafeti ötürmək. O hardan gəlir o söz? Məsəl üçün deyək ki, buradan bura qədər məsafəni və buradan bu nöqtəyə qədər məsafəni mən qaçıram. Məsələn, bayrağı gətirirəm, verirəm deyək ki, Kamilə. Kamil buradan bura qədər məsafəni o qaçır, bayrağı verir Elçinə. Elçin buradan bura qədər məsafəni qaçır, bayrağı verir başqasına və s. Burada hər bir şəxsin qaçdığı yola mənzil deyirlər. Getdiyi məsafəyə mənzil deyirlər. Ona görə də estafet nədən ibarətdir? Mənzillərdən ibarətdir. İl nədən ibarətdir? Rüblərdən ibarətdir. Çox asan bax bir ardıcıllıqdır, çox sadə bir ardıcıllıqdır. Burada 801-dən 771-ə nə qədər azalma var, nə qədər fərq var? 30 vahid azalıb. Bundan buna nə qədər azalma var? 29 vahid azalıb. Bundan buna 28. Bundan buna 27. Bundan buna 26. O zaman indi də bu 25 vahid azalmalıdır. Cavabımız 636. Ardıcıllıqda Fibonacci ardıcıllığı düşür bəzən. Ondan diqqətli olmalısınız. İkili və üçlü ardıcıllıqlar düşür. Ondan diqqətli olmalısınız. Bax, məsələn, bu da təkrardır. 2021-ci ilin açın tərəzi sualdır. Hətta cavab burada 3-4-dür. Həmən 2021-də də cavab 3-4 idi. Eyni sualdır çünki. 1-dən 9-a qədər rəqəmləri qoyacamsa, mən bir daşın çoxlu daşa bərabər olduğu, bax bu hissədən başlamalıyam. Təbii ki, burada bu daş bunlardan daha ağırdısa, mən mümkün qədər bunlara balaca rəqəm qoymalıyam. 1, 1, 1, 1. Buna qoyuram 2, 2. Toplamda elədi bu 8. 8-dən ağır olan neçədir? 9. Gəldim indi bu daşlar getsə. Əlimdə qaldı 3, 4, 5, 6, 7, 8. Bu rəqəmlərdən burada bərabərlik yaratmalıyam. Mümkün qədər bu daşlara böyük rəqəm qoymalıyam. Buna isə balaca qoymalıyam ki, qoyub tarazlıq yaransın. Buraya mən əlimdə olan ən böyük daşlar 7 və 8-i istifadə edəcəm. Bir dənə yoxlayım, görüm bərabərlik yarada bilirəm. 8, 8, 7. Bunlar elədi nə qədər? 23. 8 ilə 7 getdi. Qaldı 3, 4, 5, 6. Bu daha yüngül olmalıdır. 3, 3, 3. Elədi 9. 4, 4. Buna da qoydum 5. Buranın cəmi nə qədər elədi? 23. Bəs buranın cəmi nə qədər elədi? 22. Düzdür? Sol tərəf oldu 22. Sağ tərəf oldu 23. Həqiqətən də 23 22-dən ağırdır. Yəni bu düzdür. Problem yoxdur. Bəs mən tərəzidə hansı daşı istifadə eləmədim? 6 kiloqram. 6 kiloqram tərəzidə heç bir yerdə istifadə olunmadı. Bunu yadda saxla. Sual isə budur. Aşağıdakı variantlardan hansıları doğru deyil? 5 dənə variant verib, hansı doğru deyil? Məsəl üçün, birincidə üçbucağa mən qoymuşam 4, buna qoymuşam 5. 9, bu da 3, 3, 3-dür, düzdür. Bu bərabərdir. Bir düzdür. Biri götürməyəcəm. Məndən səhvləri istəyir. 2. Qara dairəyə qoymuşam 9, 9, 1, 2. Bu elədi 21. Bu 8, bu 7-dirsə, ulduzu bilmirəm axı. Ulduz çünki tərəzidə yoxdur. Onda bu tərəzidə olmayan kütlədir. Yəni 6 kilodur. Həqiqətən də 21, 21. Bərabərdir. 2 də düzdür. 2-ni də götürmürəm. Deməli, 3 mütləq səhvdir də. Mən qalmışam bunlar arasında. Ya 4 ya da 5-in birini tapsam bəsdir. Məsəl üçün, baxıram burada 4-ə. 5, 5, 5, 4. 19 kilodur.
1, 6, 6. Bu isə 13 kilodur. Bu buna bərabərdirmi? Xeyr. Bu səhvdir. Səhvi istəyirsə məndən cavabımız olacaq nə? A variantı. Vaxta qənaət. Hamısını yazmayaq. Vaxta qənaət edək. Məsəl üçün, bax, bu mətn asan mətndir. Sadə mətndir. Dedektiv, nağıl, roman, şeir. Hərəsi bir rəngdədir. Yazıb ki, masanın üzərində ağ cildli kitablar var. Bunun söhbətə heç bir aidiyyatı yox deyə. Bu elə-belə sizi çaşdırmaq üçün verilir. Çünki bizdə göy, yaşıl, sarı və qırmızını tapmaq lazımdır. Ağın söhbətə aidiyyatı yoxdur. O bir dənə şey var idi. Dayanacaqda 4 nəfər var idi. Baba, nənə, cavan oğlan, cavan qız. Birinin əlində it var idi, birində nə bilim pişik, birində gül. Və həmin sualda da bir dənə belə çaşdırıcı cümlə var idi. Deyir ki, dayanacaqda tələbə qız durub. Onun heç söhbətə aidiyyatı yoxdur. Axı. Onu yəni qatışdırmırıq, söhbətə qatmırıq. Burada da masanın üstündə ağ cildi kitab var, hə, var da. Bunun bizə aidiyyatı yoxdur. Bizə bir köməyi, bizə bir təsiri yoxdur. Gəldim nəyə baxıram? Mən birinci növbədə burada nəyi tapa bilərəm? Sarı cildli kitab nə şeir, nə də nağıl kitabıdır. Sarı şeir də deyilsə, nağıl da deyilsə, ya roman ya da dedektivdir. Amma bu cümlədə onu verib. Yazıb ki, yaşıl kitab sarı kitabdan və dedektivdən solda yerləşir. Yaşıl kitab sarı kitabdan da, dedektivdən də solda yerləşir. Deməli, bunların üçü də ayrı-ayrı şeylərdir. Yəni, bu cümlə sənə onu demək istəyir ki, sarı kitab dedektiv də deyil. Bax, bir öncəkində deyirdi ki, sarı cildli kitab nə şeir, nə də nağıldır. Şeir də deyil, nağıl da deyil. Burada isə deyir ki, yaşıl kitab sarı kitabdan və dedektivdən. Deməli, sarı ayrı şeydir, dedektiv ayrı şeydir. Yəni, sarı kitab dedektiv də deyil. Onda sarıya nə qaldı? Şeir deyilsə, nağıl deyilsə, dedektiv də deyilsə, qaldı burada nə? Roman. Sualı olan var bundan bağlı uşaq? Keçdik ikinci cümləyə. Nağıl kitabı qırmızı kitabla romanın arasında yerləşir. Nağıl kitabı qırmızı kitabla romanın arasında yerləşir. Deməli, nağıl kitabı da qırmızı deyil, roman da qırmızı deyil. Çünki bunların üçünü də ayrı-ayrı kitab kimi verir. Deyir, nağıl kitabı qırmızı ilə romanın arasındadır. O ayrıdır, bu ayrıdır. Deməli, nağıl kitabı da qırmızı deyil, roman da qırmızı deyil. Onda qırmızı avtomatik tapıldı da. Düzdür? Qırmızı dedektivdir yoxsa şeirdir? Burada gəlib onu necə taparım? Gəl bir dənə də baxaq. Bizə burada yazıb axı. Yaşıl kitab və sarı kitabdan və dedektivdən solda yerləşir. Yəni mən bilirəm axı. Dedektiv yaşılda deyil, sarıda deyil. Dedektiv yaşılla sarı deyilsə, ya göy ya da qırmızıdır. Amma birinci cümlədə də deyir ki, dedektiv və şeir kitabları göy cildli deyil. Bax, burada hər şey əslində aydındır, verilib. Bax, bu hissəyə bir də sonuncu dəfə baxıram. Deyir, yaşıl kitab sarı kitabdan və dedektivdən solda yerləşir. Yəni, dedektiv yaşılda deyil, sarıda deyil. Qaldı ya göy, ya qırmızı. Burada isə deyir ki, dedektiv göy deyil. Onda dedektiv nə oldu burada? Qırmızı. Cavab C variantı. Təkrar sualdır. Mətn təhlillərində açıb oradan baxa bilərsiniz. 64. Yenə bir orta səviyyədə bir sualdır. Burada fiqur fırladılmış ola bilər. Bizə deyir ki, yəni hansı variantı buna gəlib birləşdirsək, bu fiqur alınır. Birinci, sən bunu belə həmişə özün üçün çək. Əgər fərqli rəngdə qələmin varsa özündə, ondan çək. Mən bunu təxmini belə çəkirəm ki, mənə necə bir şey lazımdır. Bir də onu bilim də mən təxminən. Mənim təxmini burada qırmızı ilə çəkdiyim hissələr. Bu dalğalı naxışlar, bu xətlər
Sizcə təxminən hansı variantda var? D de. B variantı. D, B. B. Xeyr, mən B variantındadım. Cavab B variantı düz cavabdır. Buradakı bir dənə bu əyri hissəsindən bilmiyorlar. Bu əyri hissə var ya. Bu əyri hissə fikir verin biraz daha belə enli hissədir də. Çox dar deyil bu əyri hissə. Amma məsəl üçün bu B variantı gibi bu hissəyə uyğun gəlir. Amma D variantında bu daha kəskin dönüşdü burada. Daha dardı bu. Uyğun deyil. Cavab B variantı. Sonda vaxtımız qalsa bundan sizə bir-iki dənə də göstərəcəm. Bu da orta səviyyəli bir sualdır. Yəni bu çətin səviyyə deyil, asan səviyyədə deyil, orta səviyyədir. Burada deyir ki, hansı hərfləri qarışdırıb yeni bir söz yarada bilərik. Sən bunu variantla yoxlamalısın. Məsələn, 2-5 yazmayıb, ikinci və beşincini yoxlayıram. Amma necə yoxlayıram? Məsələn, hərfləri bir-birinə qarışdırıb yazıram özüm üçün. Bax, H, I, L. Hill yazdım. Bir də A-yə. A, Y, Ə. Qarışdırdım. Bir-birinə qatandan sonra tapmaq daha rahat olur. Buradan sizcə bir söz yaratmaq olar uşaqlar? Layihə sözü. Layihə. Layihə. Bəli. Elə cavab nə oldu? A variantı. Amma sən bunu bilmirsənsə, bir-bir variantları belə qarışdır yaz ha. Variantı sadəcə yan-yana qoymaq sənə kömək eləməz. Məsələn, birdən bunu belə adam yazanda hil, ayə. Bəzən tapa bilirsən, bəzən yox. Daha çətin olur. Amma Bəli. hərfləri bir-birinə qarışdıranda bir də mən burada nəyə fikir vermişəm? Belə bir kömək sizə bəlkə ola bilər. Məsəl üçün, mal sözünün ayrı-ayrılıqda təkcə bir mənası var. Dəri sözünün mənası var. Nə bilim, xar. Bu söz belə tanışdır. Ayə, tanış sözdür. Hil sözü nədir? Biraz belə qəribə sözdür də. Çox vaxt orada bir qəribə söz varsa, o bizim variantımızın bir parçası olur. Biri o olur, bir dənə də indi ondan olan bir şey olmalıdır. Çox vaxtı belə olur. Məsələn, burada mən birinci hili yoxlayardım. Çünki hil ayrı-ayrılıqda bir belə mənalı bir söz deyil. Onu veribsə, bəlkə də o hansısa bir sözü yaradır deyə onu verib. Digərlərini də bizim üçün yem kimi qoyub, bizi çaşdırmaq üçün. Ona görə belə bir məntiqlə də bəzən burada getmək olur. Hi və ayə layihə sözü yaratmaq olar. Dördbucaq və 4 rəqəmindən həm 8-i, həm 16-nı, həm də 20-ni almaq lazımdır. Birinci dördbucaqla 4-ü toplayanda bu edir 8. İkinci dördbucağı 4-ə vuranda bu edir 16. Bəs üçüncü necə alınır? Bunu kim deyə bilər mənə? Üstə gəl, mənim 4 vur 5, yəni bir vahid çoxuna vururuq. Bir vahid bucaqdan bir vahid böyüyünə vurur. Bu düzdür. Bunu demək olar. Məsəl üçün bu 4 bucaqdırsa, mən bunu 5 bucaq kimi götürürəm, 4-ü 5-ə vururum. Məsəl üçün bu 3 bucaqdırsa, mən bunu 4 bucaq kimi götürürəm, 4-ü 5-ə vururum. Bir dənə bucağı elə bil artırıb vururuq. Olar. Burada da birinci 6 ilə 6-nı toplayanda 12, 6-nı 6-ya vuranda 36 və indi 6-nı 7-yə vuracaqsın. Bir dənə böyük bucağa. 6 7-ni nə verəcək? 42. Məsəl üçün bu sual. Bu sualda fiqurun özü yox ha, içərisi fırlanır. Çünki məsələn bu fiquru 90 dərəcə fırlasaydı bu belə uzunlamasına düşərdi. Fiqur fırlansaydı. Yox, içərisi 90 dərəcə fırlanır. İçəri hissəsi hər dəfə 90 dərəcə fırlanır. İndi bunun da içərisinin 90 dərəcə fırlananda bu ümumiyyətlə getdi. Bu ümumiyyətlə getdi. Bunun çünki forması biraz enlidir. Bunun içində başqa şeylər var. Bunlar getdi. Qaldı bu üçdən. Bunun 90 dərəcə içərisini fırladanda bu qara sizcə hansı tərəfə düşəcək? Sol aşağı küncə. Yəni A variantındakı kimi. İçərisi 90 dərəcə fırlananda bu sol aşağı küncə düşməlidir. Gəldik burada bu kuba. Yenə təkrar bir kubdur. Yenə bu kubu biz dəfələrlə sizlə qəbullarda görmüşük artıq. Mən özüm həmişə imtahana gedəndə belə suallar, məsələn, kitabçıya baxıram, özüm imtahanda olanda.
Baxıram görürəm ki, məsələn, bu sual təkrardır. Bu təkrardır. Bu təkrar. Deyirəm, nə yaxşı. Bu uşaqlar 100% bunu yazacaqlar, sökəcəklər, dağıdacaqlar. İmtahandan çıxıram, gəlirəm, görürəm uşaqlar başlayır. Müəllim çətin kub düşmüşdü. Baxıram görürəm bu kub. Bu kuba məsələn çətin deyil. Bütün sualları görürəm çətin deyil. Mən imtahanda sevinirdim ki, onlar indi hamısını yazıblar məsələn. Burada sadəcə düzgün bir istiqamətdən baxanda, cavabın B variantı olduğunu görə bilərsiniz. Sadəcə bu kuba bu istiqamətdən baxsız. Belə şeylərdə kitabçanı fırlatmağı unutmayın uşaqlar. Kitabçanı fırladıb yan tərəfdən baxa bilərsiniz buna. Mən indi bunu məsəl üçün burada sizin üçün fırladıram. 90 dərəcə fırladıram. Təxminən buradan baxsaz görəcəksiniz ki, bu B variantında kimidir. Məsələn, bu künclərdəki qara üçbucaqlar, bunda da künclərdə qara üçbucaqlar. Sağ aşağı tərəfdə bir nöqtə, sağ aşağı tərəfdə bir nöqtə. Sağ tərəfində plus, sağ tərəfində plus. Təxminən bu kub, bununla eynidir. Ona görə də bu sual üçün düzgün cavabımız B variantıdır. Bir yanaşmamız da var idi əslində. Məsəl üçün, nöqtə plusa yaxındırmı? Nöqtə plusdan uzaqdadırmı? Üçbucaqların yanındadırmı? Uzaqdadırmı? Ondan da bəzən tapa bilirik. Onu da yoxlamağa dəyər. Gəldik buna, bu operatora. Sual verə bilərəm. Verin. Orada ola bilməz ki, o yarısı bölünüb qara rəngdə. Bir hissəsi ağ, bir hissəsi qara. Mən bu testi işləyəndə beynim qarışdı ki, bəlkə bu kubun o birisi tərəfində yarısı ağ, yarısı qara olan bir şey var. Bir dənə bura gör nə yazıb burada. Yazıb ki, kubun bütün üzləri fərqlidir. Eşitdiniz yoxsa yox? Bəli, başa düşmədim. Yox, siz deyirsiniz ki, bəlkə o tərəfində də o fiqurdan var. Amma burada deyir ola bilməz axı. Bütün üzlər ayrı-ayrıdır deyir. Şərtlə deyir. Yox, onu demirəm. C variantında görürsüz qabaqdakı. Bunu. Bir tərəfi ağ, bir tərəfi qaradır. Aha. Mən beynimdə düşünürdüm ki, bəlkə bu bizim üçün nümunə verilən kub var ya, ən üstdəki. Onun arxa tərəfində o şəkil var. Bəlkə odur. Ona Aynen. görə beynim Ola bilər, qarışıq. problem yoxdur. Sadəcə axı nöqtə burada qalanda, bu hissədə olanda, üstündə bəyəm plus düşür bunun. Sən ondan yoxlamalısan onu. Məsəl üçün, gəl onu sənə göstərim. Nöqtə, bu küncə verək nöqtəni, görə hələ bunun üstündə nə şəkil olmalı idi, əgər elə olsa. Burada məsəl üçün göstərirəm. Nöqtəni gətirəcəm burada, bax belə, sol tərəfə bir dənə belə fırladacam. Yox, bir dəfə də belə sola fırlatsaq, görək bunu o vəziyyətə gətirə bilirikmi? Yox, bir dəqiqə. Bunu elə gətirməliyəm ki, nöqtə burada ön tərəfə düşsün. Məryəm, qıraqdakı üçbucaqlar olmalıdır, düzdür, elə düşəndə. Bəli, belə olanda əslində nöqtə, yəni bu sağ yuxarı küncə düşəndə bunun üzərində başqa bir şəkil olmalıdır. Onu prosto göstərməyə bir dənə çalışıram. Buradan tutmaq olar əslində. Bax, bir dənə bu nöqtənin vəziyyətinə fikir ver. Nöqtə burada sağ yuxarı küncdədir, bizdə. C variantında da ona elə baxıram ki, hal-hazırda elə fırladıram ki, nöqtə hansı tərəfdədir? Sağ yuxarı küncdə. Biraz indi əyri qalıb, amma sağ yuxarı küncdədir. Belə olanda bunun sağında plus olmalıdır. Sağ tərəfində. Amma burada üstündə plus verirlər. Yəni bu şəkil ola bilərdi, amma bunun sağ tərəfi düz verilmi bax. O şəkil artıq düzgün deyil. Sən onu necə yoxlaya bilərsən? Bax, bir də təkrar edirəm. Bunu elə fırlat ki, məsəl üçün C variantını. Nöqtə gəlib bu vəziyyəti alsın. Alsın, gör onda həqiqətən də plus uyğun gəlir yoxsa yox. Görəcəksən ki, məsələn, səhvdir. Burada plus yuxarıdadır, amma burada sağa düşür. Gəldik növbəti sualımıza. Burada deməli bunun operatorlarda bir təkrarını işləmişdik. Necə edirdi? Rəqəmlərin ikisini vururdu, ikisini toplayırdı. Məsəl üçün, birinci rəqəmlər burada birinci rəqəmi vurur. 4 altının eləyir 24. İkinci rəqəmlə isə ikinci rəqəmini toplayır. 3 üstə 8 edir 11.
və onların yerlərini belə dəyişəndə 1124 alır. Burada da birinci rəqəmlə bunun birinci rəqəmini vuranda 5 üçün edir 15. Bu rəqəmlə də bu rəqəmi toplayanda 7 üstə 1 edir 8. Bu uşaqlar, məsəl üçün, indi fərqli bir tip kimi sizə gələ bilər. Bax, bir dənə, məsəl üçün, mən adicə operator açıram, amma qeyri-aşkar operatorları. Bunların hamısını sizə vermişik də, qəbulları sırayla işləmişik. Bax, bir dənə nümunə üçün. Görək belə bir sual orada var yoxsa yox. Baxın. Bu yəqin ki, bunları xatırlayırsınız. Məsəl üçün, təxminən buna oxşar bir sual. Bax, burada. Məsələn, birinci rəqəmlə sonuncu rəqəmi toplayır, edir 14. Məsələn, 9-u 5-ə vuranda, ortadakı vuranda edir 45. Burada birinci ilə sonuncunu toplayır, edir 16. Ortadakiləri bir-birinə vuranda 20. Belə şeylər var. Bu da, indi bunu elə bir ki, əmisi oldu. Dəyişdiriblər biraz. Gəldik buna. Hələ mən bir dənə mətin, bir dənə riyazi məsələ sizə göstərməmişəm. Mən ancaq sadə şeyləri sizə göstərirəm. Görün, bir indi 30-35 nə olacaq? Görün, nə qədər var burada. Birinci, sol tərəfin yerinə solu, sağın yerinə sağı qoyursan. Yəni, A-nın yerində 5, B-nin yerində isə B qoyursan. Gətirib burada qoyanda, A-nın yerinə 5 qoyanda 5, üstə gəliniz. B olduğu kimi qalır. Plus 3. Bu ifadə bizə nə verir? 8 üstə gəlsin B. Bu ifadə bizə 8 üstə gəlsin B verir. İndi elə bir ki, mötərizənin içindəki ifadəni mən həll elədim. Mən bunu buradan silirəm. Bunun cavabını bunun yerinə qoyuram. Cavabını aldım mən 8 üstə gəlinsin B. Mötərizənin cavabı oldu bu. İndi bir dəfə də eləməlisən eyni şey. Nə edəcəksən? Bu yenə də burada soldakının yerinə, A-nın yerinə 8 plus B qoyacaqsan. B-nin də yerinə elə B qoyacaqsan. Burada. Və cavabı 25-ə bərabər eləyəcəksən. A-nın yerinə yazıram 8 üstə gəlsin B. B-nin yerinə yazıram B. Bir dənə də orada 3 var, onu unutmayaq. 3 bərabərdir 25. 2B bərabərdir buradan 14-ə. B də bərabərdir, olacaq 7. Sualımızın doğru cavabı B variantı. Yox, yenə də çox da çətin olmayan bir sual. Bir dəqiqə gözləyin. Deməli, bu da uşaqlar təkrar sualımızdır. Mətn təhlilində var. Cavabı da eynidir. Eyni sualı veriblər. Cavabına qədər, yəni hər şey eynidir. Amma sadə sualdır. Bizə yazıb ki, burada L və M qatarları S-dən sonra çıxmayacaq. S-dən sonra çıxmayacaqsa, deməli, bu S-dən əvvəldir. L də M-də. Amma hansı birincidə, hansı ikincidə onu bilmirəm. Sadəcə bilirəm ki, bunlar S-dən əvvəldir. Gəldim son cümləyə. S qatarı N-dən sonra, amma P-dən əvvəl çıxacaq. S N-dən sonra P-dən əvvəldir. Və son cümləmiz. N qatarı M və K-dan əvvəl çıxmayacaq. Deməli, bunun hərfi M-dən də sonradır, K-dan da sonradır. Çünki deyir ki, N bunlardan əvvəl deyil. Yəni, bunlardan sonradır. M-dən də sonradır, K-dan da sonradır. Onsuz da mən bilirdim də, N M-dən sonradır. Həm də bu belə çıxır ki, K-dan da sonradır. K-nın yerini dəqiq bilmirəm, birincidir, ikincidir, bundan əvvəldir. Amma bilirəm ki, bu N-dən əvvəllərdə bir yerlərdədir. N-dən əvvəllərdə bir yerlərdədir. Bu ilk 3 dənəsinin yerini dəqiq tapa bilməzsən. Amma sən bilirsən ki, 4-cü çıxan N-dir, 5-ci S-dir, 6-cı P-dir. Sənə sual verir, S neçədə çıxacaq? S burada 5-ci çıxandır. 1, 2, 3, 4, cavabımız 11.
N-i də sorursaydı N olardı 10, P də 12. Amma L, K, M bunu tapmaq olmaz. Yəni bu bizə bəs eləmir. Bunu tapmaq olmaz. Bu belə. Gəldik növbəti bir suala. Baxın bu sual. Əslində yenə də cədvəlin böyüklüyünə falan aldanmayın, sadə sualdır. Yazıb ki, 2009-cu ildə bu ölkələrdə xaricə gedənlər, xaricdən gələnlər, doğulanlar və ölənlərin sayları verilmişdir. Əhalisi azalan ölkə hansıdır? Uşaqlar, bunu düzdür, bir-bir yoxlamaq olar. Amma bir məntiqlə düşünsək, hansı ölkədə xaricə axın daha çoxdursa, ölənlərin sayı daha çoxdursa, onun əhalisi azalacaq. Yəni, sən kör-köranı yoxlayıb vaxt itirməkdənsə, biraz məntiqi yanaş. Gör, hansı ölkədə, məsəl üçün, gedənlər daha çoxdur, gələnlərdən daha çoxdur və ölənlər doğulanlardan daha çoxdur. Məsəl üçün, bu N ölkəsidir. Çünki N ölkəsində baxsaz, 5000 adam gedib, cəmi 1200 gəlib. Yəni, gedən daha çoxdur. Həmçinin 3600 doğulub, amma 3800 ölüb. Ölən də çoxdur. Bizim burada əhalisi azalan ölkəmiz N olacaq. Konkret rəqəm də deyə bilərəm sizə. Məsəl üçün, bundan bunu çıxanda 3800 burada adam gedib artıq. Bundan da bunu çıxanda 200 də burada adam ölüb artıq. Yəni, toplamda bunun əhalisi 4000 azalıb. Sualımızın cavabı N ölkəsi. Gəldik buna. Burada uşaqlar elə bilin ki, birinci şəklidə, üçüncü şəklidə, ikincinin üzərinə bağlamaq lazımdır. Elə bir bunları pəncərələr kimi təsəvvür edin. Sağdakı pəncərəni də ortaya, soldakı pəncərəni də ortaya qatlamaq lazımdır. Yığılar və bu şəkil alınır. İndi burada mən bu dairəni bura aşırdan da dairə gələcək burada bu belə bir formanı tutacaq. Bu formada dairə buranı tutacaq. Düşdü bura dairə. Bu fiquru da bura aşırdan da. Və bu yaxındakı və bu künc gəlib elə yaxındakı küncü dolduracaq. Və bu künc buraya düşəcək. Bura zaten doludur. Bura onsuz da doludur. Düşəcək. Bu uzaqdakı künc də gəlib burada bu küncü dolduracaq. Və bunun sadəcə bir dənə bu hissəsi açıq qalacaq. Biraz burada bir boşluq qalacaq bu hissədə. Yəni D variantıdır cavabımız. Qalan 3 tərəfi dolur, amma bir tərəfi dolmur. Cavabımız D variantıdır. Gəldik belə bir məsələyə. Qutuda yalnız ağ, qırmızı və qara rəngli şarlar var. Qutudakı ağ şarlar qaralardan 1,4 dəfə çoxdur. Onda qaranın sayı x-dirsə, ağ bundan 1,4 dəfə çoxdursa, ağ olacaq 1,4x. Və qırmızı şarlar isə qaralardan 2 dəfə çoxdur. Bu da olacaq 2x. Deyir ki, qutuda ən az neçə dənə şar var? Uşaqlar, burada çox sadə bir şey eləməlisiniz. Sən bir dənə özü belə bir sual ver ki, x-in yerində elə bir ədəd qoymalısan ki, o ağ şarların sayı sənə tam ədəd versin. 5 olur da. Bəli. Amma çalışdığın qədər mümkün qədər balaca ədəd qoymalısan. Çünki deyir minimum neçə dənə var. Məsələn 1 qoysam o bizə məsələn 1,4 verər. Olmaz. 2 qoysam 2,8 verər. 3 qoysam olmaz. 4 qoysam olmaz. Minimum 5 dənə 5 qoymalıyam ki, x-in yerinə. Minimum 5 qoymalıyam ki. Qoy mənə bunların hər biri tam ədəd versin. Məsələn burada x-in yerində 5 qoyanda bu neçə edir? 7 şar. Bunun yerinə 5 qoyanda neçə edir? 10 şar. Bunun yerinə 5 qoyanda neçə edir? 5 şar. Bunlar bir yerdə nə qədər elədi? 22.
Deməli, bizdə şarların sayı minimum nə qədər olmalıdır? 22 dənə olmalıdır. Mən bunu şeydən sonra sizə də atacağım. Siz də özünüz testlərə bir baxarsınız, sonra da cavablarına da baxarsınız. Yəni birdən ehtiyac olsa, cavablarına da baxarsınız. Gəldik burada nəyə? Bir də indi burada uşaqlar dayanaq. Görək hələ biz bura qədər bu müddət ərzində neçə sual yazmışıq. Yəni hələ biz çətin tiplərə baxmamışıq. Məsəl üçün baxın özünüz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Bu yazmışıq 25, 26, 27, 28, 29, 30. 31, 32, 33, 34, 35. Bura qədər 35 yazmışıq. Təsəvvür edin ki, məsəl üçün, mən bəzi tələbələr birinci növbədə bu da çox vacib bir şeydir. Yəni sən imtahana gedəndə öz potensialını bilməlisən. Məsələn, sən əgər 25 dənə yaza bilirsənsə, özündən 40 dənə, orada 40 dənə üçün 50-ə vuruşmamalısan. Çünki o çox istədin, azdan da olacaqsan. Real nəticəvi təxmini bilməlisən ki, mən yaza bilərəm, məsələn, 30-35-dən. 30-35-dən yaza bilirsənsə, bu 35-dən sualı yaz 1 saatda da. 1 saat yarım yaz. 35 bal az bal deyil axı uşaqlar. Vallahi az bal deyil. Deyəndə bunu tələbə razılaşmır. Amma imtahanda gedib 25-dən yazanda deyir ki, 35-dən olaydı. Və bu 35 dənəni yaz. Nə burada, nə bilim buna baxma, nə mətnə baxma, nə bilim bu şifrəyə baxma, məsələyə baxma. Məsəl üçün deyirəm. Hətta bunu yazandan sonra artıq əgər 35 dənə yazmısansa, bu asan və ortalar. Yerdə son qalan 10-15 dənə çətinləri yazanda vaxt qalsa yazarsan. Və bir də imtahanda uşaqlar vaxtı böləndə bir fənnin vaxtından digərinə keçməyin. Məsəl üçün, əgər məntiqə ingilis dilinə öncədən planlamısınızsa 20 dəqiqə ayıracaqsınız. Birdən ingilis dilinə ondan da çox ayırma. Vaxtın çatdı çatmadı, saxla keç məntiqə. Çünki eləsən birdən vaxtın ora çox ayırsan, bu səfər bura çatmayacaq. Hər fənnin öz vaxtı var. Onu öncədən imtahanlarda planlaşdır. Gəldik burada sonuncu hissəyə uşaqlar. Yəni biraz daha çətinlərini indi sizə göstərəcəm. Amma yenə də burada əslində 1-2 də asan qalıb. İstəyirəm birinci onları göstərim. Sonra lap çətin səviyyədə onlara baxarıq. Axırıncı səviyyəyə baxarıq. Məsəl üçün bu sualı gəlin bir dənə belə bir yanaşma ilə tapaq uşaqlar. Yazıb ki, tələbə mal alarkən birinci satıcıya öncə pulunun yarısını və sonra 1 manat ödədi. İkinci satıcıya qalan pulunun yarısını və sonra 2 manat ödədi. Üçüncü satıcıda isə qalan pulunun yarısını və daha sonra 1 manat da ödədikdən sonra tələbənin pulu qalmadı. Onun neçə manat pulu var? Siz burada otursaz bunu birdən tənliklə qurmağa çalışsaz, çox çətin olacaq və böyük ehtimalda yaza bilməyəcəksiniz. Amma siz burada prosesi tərsdən təkrarlamalısınız. Yəni geriyə doğru qayıtmalısınız. Bax, tələbənin ən sonda 0 manatı qaldı, düzdür? Nə edəndən sonra? 1 manat verəndən sonra. Amma bir dənə də bir şey var. Öncə pulunun yarısını və daha sonra 1 manat verdi. Deməli, ən sonuncu dəfə tələbənin 2 manat pulu var imiş. 2 manatı var imiş. Pulunun yarısını verib, yəni 1 manatını verib. Sonra əlavə 1 manat da ödəyəndə onun pulu qalmayıb. Bax, bir də təkrar edirəm. Ən sonuncu dəfə, yəni 3-cü ödəniş vaxtında tələbənin cəmi 2 manatı var imiş. Hardan bilirəm? Çünki bu 2 manatın yarısı nə qədərdir uşaqlar? 1 manat. Onu ödədin. Sonra əlavə 1 manat da ödəsən, sənin pulun qalmayacaq. Ona görə də sonuncu dəfə tələbənin 2 manatı var imiş. Bunu biz tapdıq. Sonra gəldim bundan öncəki cümləyə. İkinci satıcıya o pulunun yarısını və 2 manat da əlavə ödədi. Onda mən nə edirəm? Öncə bunun üzərinə 2 manatı gəlirəm. Bu elədi nə qədər? 4. Və sonra pulunun yarısı dediyinə görə bunu vururam 2-yə. Bu elədi 8.
Deməli, bir öncəkində bunun 8 manatı var imiş. Və sonra isə birinci satıcıya nə etmişdi? Əvvəlcə pulunun yarısını, sonra 1 manat ödədi. Onda bunun üzərinə həmən 1 manatı gəlirsən və sonra bunu vurursan 2-yə. Bu da eləyir 18. Cavabımız olacaq 18. İndi bir dənə bunun prosesi düzəldək, sonra bir dəfə də bura baxarıq. Yəni, həqiqətən də gəlin məntiqlə baxaq. Bax, 18 manat pulumuz var. Uşaqlar, bunun yarısını verdik. Bunun yarısı nə qədərdir? 9 manat. Yarısını verdik. Əlavə 1 manat da versək. Bizim nə qədər pulumuz qalır? Qalır 8. Sonra bunun yarısını verdik və əlavə 2 manat da verdik. Nə qədər pulumuz qalır? 2. Sonra isə bunun yarısını verdik və əlavə 1 manat da verdik. Nə qədər pulumuz qalır? 0. Həqiqətən də tam ödəyir. Ona görə də mən də tövsiyə edirəm ki, tənlik falan qurmaqdansa, sadəcə prosesi tərsdən təkrarlayın. Yəni, və bir də mən məsəl üçün hardan bildimi sizə izah edim. Mən hardan bildim bunun axırıncı dəfə 2 manat pul olduğunu? Çünki o öz pulunun yarısını verəndən sonra qalır onun pulunun yarısı. 1 manat da ödəyəndən sonra onun heç pulu qalmırsa, deməli onun burada 2 manat pulu var imiş. Çünki bunun yarısını, yəni verəndə, əlavə 1 manat da verəndə pul qalmaz. Yəni, bu məntiqlə tapdım. Və sonra prosesi necə təkrarladım uşaqlar? Baxın, ikinci satıcıda o pulunun yarısını və 2 manat ödəməmişdi. Mən birinci buna 2 manatı gəldim. Sonra vurdum 2-yə ki, bunun pulunu tapım. Pulu 8 manat imiş. Və birinci satıcıya da pulunun yarısını və 1 manatı ödəməyib, öncə üzərinə 1 gəldim, sonra vurdum 2. Bunun pulu var imiş 18 manat. Sualımızın cavabı 18 manat. Bu artıq uşaqlar, baxın da, yəni özü də baxın, riyaziyyatınız yaxşıdırmı, hesablamalarınız necədir? Yəni, əgər bu sizdə çətindirsə, siz yazmayın da bunu 35 dənə sualı yazın. Digər 35-i yazın. Yox, yaza bilirsinizsə yazın. Amma bu, yəni, orta səviyyədir. Bu hələ fantastik çətin deyil. Gəldik, məsəl üçün, bu mətn təhlili. Bu mətn təhlili var, uşaqlar, bu 85-87. Çox qəşəng mətn təhlilidir. Ümumiyyətlə, mən sizə mətni yaxşı, belə deyək də, həll edilə bilən, asan, çətin olduğunu necə tutmağı deyim də sizə, uşaqlar. Əgər mətn təhlilində çox şərt veribsə, çoxlu cümlə veribsə, o çox da çətin olmur. Çünki burada çox informasiya var. Amma o mətndən qorx ki, balaca olsun, amma orada 2 dənə cümlə olsun cəmi. Bir dənə, 2 dənə cümlə olsun, onun çətin olur sizin üçün. Adam üçün çətin olur. Çünki verilən şərtlər azdır. Baxın, mən də bu mətni həll edirəm, siz də baxın. Deməli, A, B, C, D, Y, F, G, H. Həm bunların hansı ölkəyə məxsus idmançı olduqlarını tapmalısan, həm bunların şəkillərini tapmalısan, həm də onların təvəllüdlərini tapmalısan. Buraya yazıram birinci ölkə, buraya yazıram çəki, buraya yazıram təvəllüd. 65 kiloqram çəkisi olan idmançılar Aynan Beyt. 65 kiloqram çəkisi olan idmançılar A və B-dir. Gəlirəm burada A-ya da yazıram 65 kiloqram, B-yə də yazıram 65 kiloqram. A və B-dir. Ən gənc idmançı İtaliyanı təmsil edən D, deməli D İtaliyanı təmsil edir və bu ən gənc idmançıdır. Yəni təvəllüd olaraq ən sonra dünyaya gəldi. 2000-ci ildə dünyaya gəlib. Ən axırıncı dünyaya gələndir. Ən gəncdir. Bu. Sonra nə deyir orada? Və ondan 9 yaş böyük olan Almanya təmsilçisi Y 75 kiloqrama malikdir. Deməli, Y Almanya təmsilçisidir. Və bu da 75 kiloqrama məxsusdur. Bu da 75 kiloqramdır. Və deyir ki, Almanya təmsilçisi ondan 9 yaş böyükdür. Yəni 2000-dən 9 yaş böyük nə qədər olar uşaqlar? 1991. 9 il tez, yəni 1991.
91. Bax, bunlar hamısı verildi. Sonra, Azərbaycan təmsilçisi A 1991-ci il dünyaya gəlib. A, deməli, Azərbaycandır. O da 1991-də dünyaya gəlib. Bu da 1991-də Almaniyada. Problem yoxdur yəni. Rusiya təmsilçiləri F-lə G-nin doğulduqları illər fərqli olsa da, onları göstərən ədədlər eyni rəqəmlərdən təşkil olunub. Deməli, F də Rusiyadır, G də Rusiyadır. İkisi də Rusiyadır. Onların doğulduqları illər fərqli olsa da eyni rəqəmlərdən təşkil olunub deyir. Eyni rəqəmlərdən təşkil olunub deyirsə, bu böyük ehtimal 1998 və 1989-dur. Çünki hamısı 1, 8 və 9-dan ibarətdir. Eyni rəqəmlərdir. Amma hansı 1999-dur, hansı 1989-dur, hansı 98-dir onu bilmirəm. 989. Həqiqətən də baxın, eyni rəqəmlərdir. 1, 8, 9. Ona görə bu hələ ki bilinmir. Bu qalsın. 70 kiloqram çəkiyə malik Fransa təmsilçisi C 1989-cu ildə anadan olub. Deməli C 989-cu ildə anadan olub. 1989. Və bu Fransa təmsilçisidir. 70 kiloqram çəkiyə malikdir. Bəzən burada tələbələr çaşqınlıq yaşayır ki, necə oldu? Bu da 1989 oldu, bu da. Bu ola bilər də. Niyə? Çünki burada cəmi 6 dənə il var, amma 8 də idmançı var. Deməli, burada ikisi eyni ildədir, ikisi eyni ildədir. Çünki 6 dənə il var, amma 8 idmançı var. Oradan bilirsən ki, problem yoxdur. Ən ağır çəkili idmançı Türkiyənin təmsilçisi H-dır. Deməli, H Türkiyənin təmsilçisidir. Ən ağır çəkili deyirsə, çəkilərin arasında 90 kiloqramdır. Bu. Və bütün ölkələr tapıldısa, B-yə də qaldı Gürcüstan. Gürcüstan qaldı B. Başqa hər hansı bir məlumat qaldı mı? Yox. Keçib sualı həll elə. Deyir, hansı cavab variantındakı idmançılar eyni yaşdadır? Eyni yaşda olan Azərbaycan və Almaniya təmsilçisidir. Baxın, hər ikisi 1991-dədir. A hərfi və Y hərfi. Bu düzdür. Hansıları müəyyən etmək mümkündür? B-nin yaşı. B-nin yaşını tapa bilməmişəm. Bu olmaz. F-in çəkisini də tapa bilməmişəm. Bu da olmaz. Amma Gürcüstan təmsilçisinin çəkisini, bəli, Gürcüstan təmsilçisi B-dir, onun da çəkisi 65-dir. Bu olacaq yalnız 3. Əslində demək olar ki, həqiqətən də mən heç nə tapmadım. Hamısı verilmişdi. Mən bir əziyyətli belə fikirləşməli bir şey qalmadı burada. Hansı mütləq doğrudur? 100% doğrudur. Onu istəyir mənim. Y yaşca C-dən kiçikdir. Baxın, Y yaşca C-dən kiçikdir. Məndən bir dənə baxım, düzü istəyirdi, səhvi. Bir dənə baxım. Doğrunu istəyir burada. B G-dən ağır çəkilidir. Bir dənə buna baxaq. B G-dən Məndə ağır çəkilidir. Bunu bilmirəm. Bəli. Doğru baxmışdınız da ilk varianta. Y yaşça Y G-dən yaşca G-dən kiçikdir. Onda bir dənə də baxım. Y yaşca G-dən kiçikdir. Y G-dən kiçikdir. Niyə axı? Düz gəlmədi axı. Y yox, müəllim C-dən. Y yaşca C-dən kiçikdir. Baxaq. Y-ni biz burada nə tapmışıq? Y 89 ilə 1991. 91 də müəllim düzdür. Axı C daha kiçikdir. Üzr istəyirəm. Hə, Y kiçikdir də. Sonradan anadan olan daha kiçikdir. Hə, mənim beynim qarışdı. Sonradan anadan olan daha kiçikdir. Həqiqətən də Y yaşca G-dən kiçikdir. Bəli. Cavabımız Y variantıdır. Baxın, 3 suallıq tələbələrin qorxduğu mətn təhlili. Bu da belə getdi. Gəldik burada nəyə? Bu sual. Bu biraz qarışıq sualdır. Balacadır, amma qarışıqdır. Deyir, X ölkəsində kondisioner istehsal xərci Y ölkəsində kondisioner istehsal xərcindən 12% azdır. Daşınma və gömrük rüsumları da əlavə edilsə belə, hər hansı bir şirkət üçün X ölkəsindən Y ölkəsinə
kondisioner gətirmək Y bölgəsində kondisioneri istehsal etməkdən daha ucuz başa gəlir. Aşağıdakılardan hansı doğrudur? Elə bilin ki, uşaqlar, gəlin biz bunu X, Y bir ölkə adı ilə deyim də. Məsələn ki, elə bil ki, məsələn deyir Çində kondisioneri istehsal etmək Azərbaycanda istehsal etməkdən 12% daha sərfəlidir. Deyir, hətta təyyarəyə verdiyin pulu, əlavə daşıma xərclərini belə nəzərə alsan, yenə də Çindən gətirmək daha sərfəlidir. Yəni onu aldın, onun istehsalı var, onun yol pulu. Onu deyir belə-belə saysaq belə, yenə Çindən gətirmək, elə bilir ki, Azərbaycanda istehsal etməkdən daha sərfəlidir. Deyir, indi hansı variant buradan çıxan nəticədir? Elə A variantıdır. A variantında yazıb ki, X ölkəsindən Y ölkəsinə kondisioner daşınmasına çəkilən xərc, Y ölkəsində kondisioner istehsalına çəkilən xərcin 12%-dən aşağıdır. Və bunu izah edim sizə. Yəni, burada nə demək istəyir? Elə bil ki, deyir ki, biz birinci bilirdik axı, Çindəki Azərbaycandakından 12% daha sərfəlidir. O deyir ki, yol pulu xərcləri var, daşınma xərcləri. Deyir, o daşınma xərcləri 12%-dən azdır. Bəli, daşınma xərcləri 12%-dən azdır ki, biz onu Çindən gətirəndə yenə bizə sərf edir. Birdən daşınma xərcləri 12%-i keçsəydi, artıq onu Çindən gətirmək bizə başa gələrdi. Özü ucuz olsa da başa gəlir. Daşınma xərcləri, o aradakı 12% fərq var ha, ondan daha azdır. Ona görə də sən onu yenə gətirsən Çindən, sən sərf edəcək. Cavabımız elə A variantıdır. Gəldik burada yenə bax imtahanın ən çətin 3-4 dənə sualından birinə. Yük avtomobilinin bortunun, bort deyəndə onun yük yeri nəzərdə tutulur. Deyir, bunun eni 3 metr, uzunluğu 4 metr və hündürlüyü də 0,5 metrdən çox ola bilməz. Əgər daşın ölçüsü 14, 14 və 23 santimetrdirsə, bu daşdan bura neçəsini yükləmək olar? Bax, tələbələr bəzən burada bir yanlış hesablama aparır. Necə hesablama aparır? Birinci növbədə onun yük maşınının bort hissəsinin həcmini tapır. Necə ki, kubun həcmi olmur. Kubun həcmi necə tapılır? Eni, uzunluğu, hündürlüyünü bir-birinə vurmaqla. Götürürlər, məsəl üçün, bortun da enini, uzunluğu, hündürlüyünü bir-birinə vurub həcmini tapırlar. Məsələn, atıram, deyək ki, bortun ümumi bunları bir-birinə vuranda aldığın 50. Sonra, məsəl üçün, daşın ölçülərini bir-birinə vururlar. Məsəl üçün, alındı, deyək ki, 10. Götürüb bunları bir-birinə bölürlər, deyir, bundan bura 5 dən yerləşir. Amma belə bir yanaşma düzgün deyil. Biz burada necə bir hesablama aparmalıyıq? Bir burada təsəvvür edin ki, mən yük maşını kimi təsəvvür edin, çəkirəm burada. Bunun bizə deyir ki, eni oldu 3 metr. Uzunluğu oldu 4 metr və hündürlüyü oldu 0,5 metr. Sən nə etməlisən? Sən birinci növbədə belə bir təsəvvür eləməlisən ki, bunu eni 3 metrdir axı. Daşın eni nə qədərdir? 14 santimetr. Sən birinci tapmalısan ki, bu daşdan buna enli formada neçədən yerləşdirmək olar? Soldan sağa doğru bunun içərisinə bu daşdan neçə dənə qoymaq olacaq? Sən bunu birinci tapmalısan. Bunu da necə tapırsan? Gəlirsən bunun enini, yəni eni 3 metrdir, mən onu santimetrinə yazıram. Enini bölürəm daşın eninə. Bax, bunu ayrıca hesablayıram. Deməli, yük maşının enini bölürəm daşın eninə. Bu 21 dəfə tam yerləşəcək. Tam hissəni götürürsən. 21. İkinci növbədə bunun uzunluğuna bəs neçədən yerləşər? Uzunluğuna neçədən yerləşər? Bunu yenə bölürsən daşın uzunluğuna. Daşın uzunluğu yenə 14-dür. Bu səfər 400-ü bölürük 14-ə. Bu da tam-tamını edir 28 dəfə. Və sonuncu dəfədə hündürlüyə bölürsən. Belə üst-üstə neçədən yerləşər? Onu tapmaq üçün. Bu 50 santimetrdir. Bu isə 23 santimetrdir. Gəlirəm burada 50 santimetri bölürəm 23 santimetrə. Hündürlüyünə də bu 2-dən yerləşər. Aldığın bu rəqəmlərin hasili qədər sən ora daş yerləşdirə bilərsən.
21 dənə eninə, 28 dənə uzunluğuna və 2 mərtəbə, yəni üst-üstə düzülə bilər. Bunları bir-birinə vuranda cavabımız edəcək 1176. Toplamda biz bu yük maşınına 1176 dənə daş yerləşdirə bilərik. Bu belə. Gəldik bu geyim məsələsi, mağazası məsələsi. Bu da belə orta səviyyədir, eyvallah. Yəni, bu da məsəl üçün çox çətin deyil. Gəlin özünüz də baxaq, görək həqiqətən də necədir vəziyyət. Bizə deyir ki, bu 1-dən 10-a qədər nömrələnmiş yerlərin 3-ü geyim mağazasıdır, ikisi ayaqqabı, ikisi kitab, biri meyvə, ikisi restorandır. Məlumdur ki, 3 nömrəli meyvə mağazası, 3 nömrəli meyvə mağazası geyim və ayaqqabı mağazası ilə yanaşıdır. Deməli, bunun bir tərəfində geyim var, bir tərəfində ayaqqabı var. Əslində mən dəqiq bilmirəm də hansı tərəfdə geyimdir, hansı tərəfdə ayaqqabıdır. Amma bir dənə yoxlayaq da, bəlkə heç onun fərqinə, fərqli olmasına bir ehtiyac yoxdur. Bəlkə daha başqa bir sual soruşacaq mənim. Bir dənə yoxlayaq. Məsəl üçün bura mən qoyuram deyək ki, bir tərəfinə geyim qoyuram, bir tərəfinə ayaqqabı. Bura qoyuram geyim mağazası, məsəl üçün. Bura qoyuram ayaqqabı mağazası. Gətirdim, yerləşdirdim. 4-dən 2-yə. Geyim mağazalarının ikisi yanaşıdır. Üçüncüsü isə bunlarla eyni sırada deyil. Bax burada artıq dəqiq bilmirəm. Geyim mağazasının ikisi yanaşıdırsa, ola bilər biri məsəl üçün 5-dir, biri 4-dür, biri də aşağı mərtəbədədir. Amma ola bilər ki, məsəl üçün ikisi aşağı mərtəbədə yan-yanadır. Bu da bilinmir, bu qalsın. Bax bunu saxladım. Geyim mağazalarının heç biri restoranlarla yanaşı deyil. Bu da qalsın. Kitab mağazaları yanaşıdır. Bax, bu bizə kömək edir uşaqlar. Bax, 2 dənə kitab mağazası yan-yanadırsa, siz bunu birinci sırada qoya bilərsiniz, yoxsa ikinci sırada? İkinci. Bəli. Çünki birinci cərgədə axı yan-yana 2 dənə yerimiz yoxdur. 2 dənə kitab mağazası yanaşıdırsa, deməli bizim ikinci cərgəmizdə bunlar hardasa yerləşəcək. Bu qalsın belə. Və bu cümlə. Yazıb ki, ayaqqabı mağazaları eyni sıradadır. Lakin yanaşı deyil. Ayaqqabı mağazaları eyni sıradadırsa, bu ayaqqabının biri birinci sıradadırsa, deməli, digəri də birinci sıradadır. Amma yanaşı deyil. Yanaşı deyilsə, o ayaqqabının digərini hara qoyarsınız? 5'e koyuyorum. Bəli, eyni sıradadırsa, sən onu birinci sırada qoymalısan. Yan-yana deyilsə, ancaq gətirib hara qoya bilərsən? 5-ə. Gətirdim, qoydum bura. Bax, indi bir dənə bayaqki cümləyə qayıdaq. Uşaqlar, bizə nə deyirdi? Deyir, geyim mağazalarının ikisi yanaşıdır. İndi 2 dənə, bizdə toplamda 3 dənə geyim mağazası var. Onun birini 4 nömrəli yerə qoymuşam. 2 dənəsi də deyir yan-yanadırsa. O 2 dənə yan-yana olan birinci sıradadır, ikinci sıradadır. 2'dedir. Bəli. Çünki birinci sırada artıq bizim yan-yana 2 yerimiz yoxdur. Əgər 2 dənə geyim yan-yanadırsa, biz bunu qoymalıyıq aşağı sırada. Deməli, aşağıda 2 dənə bizdə nə var? 2 dənə də bizdə geyim var. Всё. Bu qədər şeylə biz cavabı tapacağıq artıq. Bu bir dənə gəlin şərtlərə baxaq. Deyir, hansı səhvdir? Yazıb ki, ayaqqabı mağazalarından biri kitab mağazalarından biri ilə yanaşır. Ayaqqabı mağazaları ikisi də hardadır gənclər bizdə? Yuxarıda. Kitab mağazalarının ikisi də hardadır? Aşağıda. Ayaqqabı ilə kitab yanaşı ola bilər. Bu mümkündür. Hayır. Cavabımız elə variant. Hansı səhvdir? A variantı. Çünki mən biraz öncə tapmışdım ki, 2 dənə kitab var, ikisi də yan-yanadırsa, deməli bunlar aşağı sıradadır. Amma ayaqqabılar ikisi də eyni sıradaysa, onlar yuxarıda oldu. Onda ayaqqabı ilə kitab yanaşı düşə bilər? Yox. Yanlışdır, A variantı. Baxın, bu sadə bir sual çıxdı. Gəldi burada imtahanın ən çətin suallarından biri sayılan bu ədəd məsələlərinə. Uşaqlar, belə tip suallar imtahanda həmişə bir dənə, 2 dənə olur. Amma bu əsasən yəni riyaziyyatçılar üçün nəzərdə tutulub, yəni riyaziyyatı çox yaxşı olanlar üçün. Məsəl üçün bunu 40+
potensialı olan tələbələr buna cəhd edə bilər, amma o da boş vaxtı qalsa. Yəni bu sualda vaxt itirməyə dəyməz. Deyir, sonundakı 7 rəqəmini əvvəlinə keçirəndə 6 dəfə böyüyə bilən ədəd. Deyir, həmən ədədin soldan ikinci və üçüncü rəqəmlərin cəmidir. Əslində rahat qısa bir yolu var, amma yenə də deyirəm, bunu bilmək biraz çətindir artıq. Məsəl üçün, bu ədədin biz neçə rəqəmli ədəd olduğunu bilmirik də. 3 rəqəmlidirmi, 100 rəqəmlidirmi? Bunu bizə demir. Sadəcə deyir ki, sonundakı 7-ni əvvəlinə qoyanda 6 dəfə böyür. Məsəl üçün, təsəvvür edin ki, belə bizdə bir ədəd var. A, B, C, məsəl üçün, ədədi bilmirəm, sonunda nə var? 7. Bu 7-ni bunu gətirib əvvəlinə qoyanda, A-dan da əvvələ qoyanda, alınacaq 7 A, B, C, məsələn, nəsə bir ədəd. Və belə olanda bu ədəd neçə dəfə deyir böyüyür? Əvvəlinə qoyanda neçə dəfə böyüyür? 6 dəfə böyüyür. Uşaqlar, onda biz burada belə bir yanaşma ilə gedə bilərik də. Əgər bu ədədin 7 rəqəmini əvvəlinə qoyanda o 7 dəfə, 6 dəfə böyüyürsə, onda biz bu prosesi tərsdən gedək. Onda biz bunu 6-ya böləndə yuxarıdakı ədədi alırıq da. Düzdür. Bunu 6-ya vuranda bu alınmır. Yəni bu bundan 6 dəfə böyükdürsə, bunu 6-ya vuranda bu alınır. Onda biz tərsinə gedək, daha rahat olsun deyə. Aşağıdakı rəqəmi 6-ya böləndə də onun ilkin versiyasını alacaqsan. Bax, mən bu sualı belə əldə edirəm. 7 A, B, C və s. və s. Bilmirəm də bu necədir. Bu ədədi 6-ya böləndə mən nə almalıyam? Ədədin ilkin variantını. Yəni A, B, C, 7. Uşaqlar, bura qədər kimin sual var? Yəni, bunu həll etməmişdən qabaq. Tək bu suala qədər yoxsa ümumi? Yox, bu sualdan söhbət gedir. Gəldik o zaman burada bunu indi necə eləməliyik? Elə bil ki, uşaqlar, niyə belə elədim? Bir də sonuncu dəfə təkrar edirəm. Bir ədədimiz var. 7-ni axırından götürüb əvvəlinə qoyanda o 6 dəfə böyür. Mən də tərsinə getdim. Həmən ədədi 6-ya bölüb əvvəlki variantı aldım. Əvvəlki versiyasını aldım. İndi nə edirəm uşaqlar? Bölməni biz bilirik də, 1-1 bölürük. Məsələn, birinci 7-ni 6-ya böləndə nə alınır? Neçə dəfədən bölünür? 1 dəfədən bölünür. 1-i 6-ya vuranda 6. Çıxırsan bundan. Nə qalır? Qalır burada 1. A 1 tapdınsa, onda A burada da 1'dir. Gətirdim A'nın yerinə, burada da 1 qoydum. İndi 1-i 6-ya bölmək olmur deyib, bu 1 gəlir düşür bunun yanına. Oldu 11. 11-i 6-ya böləndə nə alınır? 11-i 6-ya böləndə yenə 1 alınır. Yenə 1 alınır. 1-i 6-ya vururam. Alınır 6. Çıxıram bundan. Qalır burada 5. Belə çıxır ki, B də 1 alındı. Qoydum burada yerinə. Yenə də bu 5 rəqəmi 6-ya bölünmədiyi üçün bu 1 yenə gəlir düşür buraya. Oldu 51. 51-i 6-ya böləndə neçə dəfə bölünür? 8 dəfə. 8 6-nın elir 48. Çıxanda qalır nə? 3. Da ardın getmirəm. Əslində C də burada tapıldı. İstəsəm buradan 8-i ataram bura. Yenə bunu bölərəm, amma mənə artıq lazım deyil. Çünki cavab çıxdı. Mənə deyirdi ki, bu ədədin soldan ikinci və üçüncü rəqəmini cəmini tap. Bu ədədin soldakı və ikinci və üçüncü rəqəmlər bunlardır. 1 və 8. Bunların cəmi olacaq C variantı. Burada bəzən tələbə edir ki, mənim A da 1 alındı, B də 1 alındı. Uşaqlar, o şərti rəqəm idi də. Mən AB-ni elə belə yazmışdım. Mən bilmirəm axı o neçə rəqəmli ədəddir, onun rəqəmləri hansılardır, eyni rəqəmdirmi, fərqlidir. Sadəcə elə belə yəni izahını dedim ki, orada 4 rəqəmli bir ədəd var. Yəni müəyyən rəqəmli bir ədəd var. Şərti olaraq ABC qoydum. Yəni A da B də eyni alına bilər, problem yoxdur yəni. Belə bir şərtimiz yoxdur ki, bunlar fərqli olmalıdır. Ona görə ola bilər. Və burada bu formada elə böləndə biraz ikinci və üçüncü rəqəmi tapdın, dayan. 1 ilə 8-in cəmi olacaq 9.
Bu imtahanda qırğına səbəb olan həmən sualdır. Yəni bundan sonra nə qədər adam bunu demir, etiraz elədi, ay belə çətin, ay bu sualı qoymazlar, amma sual yəni buydu. Onun qısa bir həll yolu var idi əslində. Və mən hətta deyərdim ki, bəlkə bu ondan daha çətindir. Və bu ondan daha çətindir. Burada bizə bir dənə verib ki, r bərabərdir 8-ə. Deyir ki, B ilə şeyinin cəmini tap. Biz burada ikinci növbədə nəyi tapa bilərik? Əgər R 8-dirsə, R-in yerinə qoydum burada 8. Burada da E-nin yerinə qoydum 8. İndi burada uşaqlar, I ilə I-nin cəmi əgər 8 verirsə, I hansı rəqəm ola bilər? Al, 4 də ola bilər, 9 9 da da ola ola bilər. bilər. Ay sağ ol. 4 də ola bilər, 9 da ola bilər. Deməli, I ya 4-dür, ya da I 9-dur. İndi burada biz nəyə baxaq? I-nin hansı olduğuna bir dənə baxaq. Hansı olduğuna bir dənə baxaq. Bunu görə yoxlamaq onsuz da yoxlayacağam. Prosto görüm nəsə burada dəqiq bir ipucu varmı? I-nin 4 və ya 9 olması ilə bağlı. Məsəl üçün, burada U 9-dur. Yəni, onun 9 olduğunu gəlin sizə göstərim. Sonra i-nin 4 olduğu sübut olunsun. U niyə 9-dur? Baxın, bu üstunda hansı hərf aşağıya düşüb? Ə hərfi. Və buradakı ə hərfi gəlib lap aşağıya düşüb. Mən sizə toplama zamanı belə bir qayda demişdim. Demişdim ki, toplama zamanı əgər simvollardan biri aşağıya düşərsə, yerdə qalanların cəmi nəyə bərabərdir? 10 olmalıdır. 10-a bərabərdir. Burada yerdə sadəcə U qalır. U tək başına 10 ola bilər? Yox. Onda burada 99% U 9-a bərabərdir. Bu tərəfdən də böyük ehtimal toplama zamanı bir yadda qalıb. Bir yadda qalıb. Həqiqətən də 9 ilə 1-in cəmi eləyib 10 və ə gəlib düşüb aşağıya. Yəni biz nə demişdik? Simvollardan biri aşağı düşübsə, yerdə qalanlar 10 verməlidir. Əgər U 9-dursa, deməli bir dənə də buradan 1 qalıq qalmalıdır. Ki bu 10 versin sən. Başqa yolun yoxdur. Ona görə də burada bizim U-muz 9-a bərabərdir deyə. Artı i-lər burada 4 olacaq. I olacaq burada 4. İndi bir dənə bura baxın zəhmət olmasa. Burada da toplama zamanı ə aşağıya düşüb. Ə aşağıya düşüb. Artıq burada da artıq biz istəyəcəyik ki, o qaydanı tətbiq eləyək də. Yəni ə aşağıya düşübsə, deməli yerdə qalanlar 10 verməlidir. Amma yerdə qalanların 10 verməsini əgər istəsək, gərək burada S-ə də 9 qoyaq. Buradan da bir yadda qalsın, bu olsun. Bu olmaz axı. S-ə U da 9 qoysa, U da 9 olmaz. Onda başqa ehtimal var axı əslində. Onu yadınıza salmalısınız. S 0 ola bilər. S 0 olsa, ə həqiqətən də özü aşağıya düşər. Yəni, buradakı S artıq 0-dır. 0-dır ki, 0-la nə isə toplayanda düşüb aşağıya. Mən bir dənə sual verə bilərəm. Ver. Əgər bu ə düşürsə aşağı və yaxud da ki, ə ilə yanaşı eyni bir şey düşürsə aşağı, onda ya 0-dır ya da 9-dur da başqa bir ehtimalı yoxdur ki. Yox, ya 0-dır, ya da 10-dur. 9 yox, ya da 10-dur. Yerdə Cəmi qalan. 10-dur. Cəmi 10-dur, bəli. Yəni, axırı 0-la qutaran bir şey olmalıdır. Son mütləq 0-la bitməlidir. Ya 0-dır, ya 10-dur. Biraz simvollar çoxalsa 20-dir və s. Gəldik növbəti buradan nəyi tapmağa? T-ləri yoxlaya bilərəm. T-ni yoxlaya bilərəm. T-yə nə qoya bilərəm mən? T-yə 1 qoysam, məsəl üçün, Ş olacaq burada 2. Bu ola bilər. T-yə 2 qoya bilmərəm. Belə onda Ş 4 olur, bu olmaz. T-yə 3 də qoya bilərəm. Gəl bir dənə yazım da görüm hansılar qoymaq olar. 1 qalıb əlimdə. 2, 3, 5, 6, 7. Və 1 qoymaq olar, amma 2 qoymaq olmaz. Niyə? Çünki 2 ilə 2-nin cəmi 4 edir, amma 4 i-nin qiymətidir. 2 qoya bilmərəm deyə. 3 qoysam necə? 3 ilə 3-ün cəmi 6 edir. Bu 3 də olar, hə? 3 də olar. 3 də qoymaq olar.
Onda bir dənə biz başqa bir şey tapmalıyıq. Bir dənə də ipucu var, onu tapmalıyıq. O ipucumuz hansıdır? O ipucumuz hansıdır? B-yə qiymət qoymaqmı? B-yə. Yoxsa ə-yə mi qiymət qoyaq? T hərfi. T hərfinə qiymət qoymaq üçün tezdir. Mən P əslində ya 6 olar, ya da 7 olar. T. Bəli. Niyə 1-2 olmaz? Çünki Q yazılıb orada. Eyni hərf olmaz axı. Niyə o birisi tərəfdən bir dənə də 1 yadda qalır? 3 düşər də Q-a. Bir də var, hə, düzdür. O da ola bilər də. Onda biz nə yoxlayaq? Bəlkə B-ni yoxlayaq. Bir dəqiqə deyəcəm uşaqlar. Bir dənə səbirli olun. 2, 9. B2 qoysam C0. B3 qoysam C1. B5 qoysaq. Bir dənə də ipucu var. Bayaqları buna baxanda ilahi biz nəyi tapdıq o ipucu? Bir dənə də ipucumuz qalıb. Bir dənə nə isə görməliyik burada. Çünki yoxlayaraq tapmamışdıq. İpucu var idi. Ç, ə hərfi. R 8-dir, Q 3-dür. Bir dəqiqə uşaqlar deyəcəm indi sizə. B. B-yə nə qoyaq? 1 qoysaq olmaz, 2 qoysaq olmaz. 3 qoya bilərəm, 5 qoya bilərəm, 7 də qoya bilərəm. Bəs ə-də buradan ipucum varmı? 0 düşdü, T'lər. Hmm. Hə, burada T'lər tapılar uşaqlar. Niyə? Çünki T ilə T-ni toplayanda nəsə bir şey yadda qalmayıb. Əgər T ilə T-ni toplayanda, məsəl üçün 1 falan yadda qalsaydı, onda bu ə-nin özü aşağıya düşə bilməzdi. O dəyişərdi. Başqa bir şey düşərdi aşağı. Burada T ilə T-ni toplayanda nəsə yadda qalmayıb. Ona görə T 5, 6, 7 ola bilməz. 5, 6, 7 ola bilməzsə, qalır T-nin qiyməti ya 1, ya 2, ya 3. Ya 1, ya 2, ya da 3. T'yə 2, 2 qoyan mənəm, 2, 2 qoyanda Ş-ya 4 düşür, bu olmaz. Qaldı ya 1, ya da 3. T'yə 1 mi qoysaq, 3 mü qoysaq ödəyər? Hansını qoyaq? 1 qoysaq 1, 1. Bir. Ş olacaq 2. Gəl bir dənə yoxlayaq hələ bunun ardını. Görək başımıza nə gəlir. T'yə bir dənə qoyuram 1. 1, 1. 1, 1 qoyanda Ş nə olur? Olur 2. T məsəl üçün qoydum 1. Ş-ya qoydum məsələn 2. 1, 2 rəqəmlərini istifadə elədim. Onda T burada 1, 1-dirsə 2 edir. Buradan da 1 yadda qalanda Q-ya nə düşəcək? 3. 3 də istifadə elədim. Əlimdə qaldı 5, 6 və 7. Bunlardan hansını mən qoya bilərəm ə-yə? 5, 6, 7. Hansını qoya bilərəm ə-yə? Və ya b-ya yox. 6 qoy. B-ya da yoxlaya bilərik. Çünki b-dan yoxlasa daha yaxşı olar. B-ya Qoya hansı 7 qoyaq? qoy. B-ya məsəl üçün 5 qoya bilmərəm uşaqlar. Niyə? Çünki b-ya 5 qoyanda 5 də 8 edir 13. Belə onda ç-ya da 3 düşür, q-ya da 3 düşür. Olmaz. B-yə 6 da qoya bilmərəm. Niyə? 6 üstə 8 edir 14. Ç-ya da 4 düşür. İ də 4. B 7 ola bilər. B 7 qoyanda 7 üstə 8 edir 15. Belə onda ç-ya nə düşür? 5 düşür. Bu problem yoxdur. B 7 olsun, ç olsun 5. Belə onda 6 da qalır burada ə-yə. Həqiqətən də gətirib yerinə qoysaq, ə-lərin də yerinə 6 qoysaq, heç bir problem yoxdur. Toplayanda bu düz alınacaq. Qiymətlər bunlardır. Deməli, biz düz qiymətləri qoyduq. Ş ilə toplamalıyıq B-ni. Cavabımız oldu C variantı. Sonra başqa nə saxlamışdıq?
Bunları keçdik. Bunu keçdik. Bu çətin idi. Görürsünüz, o birisindən çətindir. Çox çətindir. Hə, bir dənə burada belə faiz bir məsələmiz qalıb. Bu da orta səviyyəli bir faiz sualıdır. Yazıb ki, 2010-cu ildəki X qəsəbəsində ümumiyyətlə 150 nəfər məzun var. Eyni sayılı məktəbdə məzunların 40%, yəni 24 nəfəri ali məktəbə qəbul olmuşdur. 2010-cu ildə X qəsəbəsindəki bütün məktəblərin məzunlarının neçə faizi eyni sayılı məktəbə aiddir? Mən bunu necə tapıram? Birinci növbədə mən bilirəm ki, eyni sayılı məktəbin məzunlarının 40%, yəni 24 nəfəri ali məktəbə qəbul olmuşdur. Bunu belə bir tənasüblə yazıram. Əgər bu məktəbin məzunlarının 40%, 24 nəfərdirsə, bu məktəbin məzunlarının tamamı, yəni 100% neçə nəfərdir? Bu birinci bunu belə tapıram. Yəni, mənə deyir, axı, deyir, bu məktəbdəki məzunların 40% qəbul olub, o da 24 nəfərdir. Onda bunun 100% neçə nəfərdir? Çarpaz formada vurub hesablayırsınız və tapırsınız ki, N məktəbində ümumi olaraq məzunların sayı 60 nəfərdir. İndi sual nədir? Sual budur ki, N məktəbində məzunların hamısı, yəni bu 60 nəfər, ümumi X qəsəbəsindəki bu 150 nəfərin neçə faizidir? Gəlirsən, bunları bir-birinə belə bölürsən və vurursan 100-ə. Cavabım bax budur. Eyni məktəbindən əgər 60 nəfər məzun olsa, amma ümumi 150 nəfərdirsə, bu bunun neçə faizidir? Bir-birinə bölüb 100-ə vursun. Cavabımız 40% alacaq. Bir dənə qaldı bizdə bu bilmirəm hansısa sınavdakı eyni sualdır. Qəbuldakı eyni sualdır mən. 2021, yox 2021 deyil bu. Bu sınavdadır səhv eləmirəmsə. TQDK 2020 bir də açım. Baxın. TQDK 2020 sınava baxın. Aşağıdakı BSAD-nin yerinə baxın bir dənə. Böyüklük kiçik dişarlarına baxın. Bu da bizim bu iki. BSAD bütün böyüklük kiçik dişarlar eyni şeydir. Baxın. Eyni şeydir. Yəni burada ABS-dən soruşur, burada da ABS-dən soruşur. Bunun cavabı nədirsə, bunun cavabı odur. Tamamilə eyni şeydir. Yəni istisnasız, fərqsiz. Burada biz ən böyük və ya ən kiçik rəqəmdən başlayırdıq. Düzdür? Buradakı xanaların içərisində biz başlaya bilərik hansıda. Bax, bu sətirdə ən böyük xana hansıdır sizcə? Hansına ən böyük rəqəm düşür? 6 rəqəmi hara yazılacaq? İkincidə. İkincidir. O, burada. Çünki həm solundakı, həm də sağındakılardan daha balacadır. Bu sətirdə 1 də tapa bilərsiniz. Birinci xana yazan məsələn birdən kiçik yoxdur. Bu yoxdur. Bəs Amma yerdə qalan bunlardan bəli, ən balacası, Ən ən axırıncısıdır. Bu düşəcək bura 1. Bir də aşağıdakı sətirdə, bunun bir aşağı sətrində 6 rəqəmini tapa bilməzsiniz dəqiq. Amma 1 rəqəmini baxa görə tapmaq olarmı? Onu da tapa bilməzsiniz. Burada keçirəm burada və bu sətrə, ikinci sətrə. Görün mənə burada 6-ını tapmaq olar. Hə, burada 6-ını tapmaq olar. İkinci sətirdə sizcə 6 hansı xanada olacaq? Ən böyük hansıdır sizcə? ən axırıncısını bir dənə əvvələ. Ora 6 yazan məsələn axı. Çünki Ay, bu, yox. Birincisidir. bəli, yuxarıda daha böyüyünü istəyir. Bu olmaz. Ən birincisidir. Ən birinci xana 6-dır. Burada 1-i bəs necə tapmaq olar? Üstündədir, sağdan üçüncü. Bəli, bu 1-dir. Hamısından balaca olduğu üçün bu 1 olacaq. Sonra növbəti gəldik nəyə? Bu sətiri bayaq tapa bilmədik. B-nin olduğu sətirdə ən böyük xana hansıdır bu sətirdə sizcə? Ən böyük hansıdır? D. D. D olacaq burada nə? 6. 1-i bəs burada tapa bilərsinizmi? Bəli, 1 də tapa bilərsiniz. Diqqətlə baxın. Dedi. Neçə?
Ay, məncə C də ola bilər, ən axırıncısı da ola bilər əslində. Yox, C-dir. Buranın yuxarısında var axı, düşməz. Bunun yuxarısında var axı, düşməz. Yerdə qalan bu üçlərdən də kiçiklər C-ni göstərir. Onda C burada 100% 1-ə bərabərdir. Tapıldı. İndi gəldim burada ən yuxarı sətrə. Burada 6 bayaqları tapılmırdı, amma indi tapılar. 6 burada ən böyük xana hansıdır? Ona düşəcək. Bax bu xanadır. Bu ikisinə düşməz aşağısında var. Burada da bu böyükdə əslində, amma bunun da aşağısında var. 6 buradır. Bəs orada 1-i tapa bilərsinizmi? Bir asıya düşməli deyildi. Hansı? Aşağıda bir var. Düşməz bura aşağısında Birinci var. Bura Bir tərəf düşməz bir nədənsə böyük deyil. Düşməz bura aşağısında var. Bu yerdə Ən qalan bu iki birinci. xanadan da birincisi ən balacasıdır deyə bu olacaq nə? 1. Gəldim indi burada 6. Bu sətirdə 6-nı tapmaq və ya 1-i tapmaq artıq məncə olar. Diqqətlə baxaq, 6 hansıdır? 6-nı Dördüncü. burada 1-i bəlkə tapmaq olar, 1-i. 6 müəllim, soldan 4. Dördüncü değil. A'nın üzərindəki. O da 6 ola bilər, bu da 6 ola bilər. Axırıncı da. Ona görə bilinmir o, yaxşımı? Siz orada bir dənə 1-i tapın. Bu sətirdə 1 hansıdır? Bir Sonuncudan altıdan aşağıda var. B'nin yanındakı. birdən. Altıdan aşağı. 1 burada düşəcək bu buraya. Evet. Bura. B-nin yanındakına niyə düşməz? Çünki ən yuxarısında var. Orada var axı. İndi lap aşağı sətirdə 1 artıq bir dənə qaldı buraya. Bəs burada 6 hara düşər? Onu da yeri dəqiq tapılır. Müəllimə Tapılır müəllim, çünki altdan böyük yoxdur, A-nın altına yaza bilmərik. Aha, Ən hansına düşər? axırıncısına düşür. Ən axırıncısına. Bura düşəcək 6. Bəli. Bəli. İndi artıq bax, bu sətirdə tapılar. Bu sətirdə 6 artıq ən axırıncıya düşə bilməyəcək deyə bura düşə Dördüncünə. bilməyəcək. Ona görə düşəcək Dördüncü. burada buna. Anladım. İndi yerdə qalanların arasında ən böyük rəqəm axtarıram. Yəni 5-i. Hamısından böyük olan 5-dir. Məsələn, bura 5 yaza bilmərəm. 5-dən böyüyünü gərək aşağıya qoyam. Elə ədədim yoxdur əlimdə. Burada yerdə qalanlardan da bu daha böyükdür deyə buna düşəcək 5 məsəl üçün. Bu sətirdə bura bu daha böyükdür, amma buna artıq da 5 yaza bilmərəm. Bu yerdə qalan bu iki xanadan da bu böyükdür. Olacaq 5. Bu sətirdə hələ ki dəqiq bilinmir. Bu sətirdə isə bax, bu 5 ola bilərdi, amma artıq bunun üstündə 5 var. Bu olmaz. Bundan bu zaten olmaz. Ona görə ən sonuncu nədir? 5. 5, 6 birdən sonra qalır 2, 3, 4. 2, 3, 4-ün arasında digərlərindən daha böyük olan 4-dür. Bir düşdü bura. İndi bu aşağı sətirdə bura 5 yaza bilməzsən, 5-dən böyük yoxdur. Bu olmaz. 4B'ni yeni yaz. A-ya da yaza bilərsən, B-yə də yaza bilərsən. Bu dəqiq deyil. Bu qalsın. Lap aşağı sətirdə isə bura 5 yaza bilmərəm, 5-dən böyük yoxdur. Bu olmaz. Yerdə qalan bu ədədlərdən də bu işdən xaricdə bu daha böyükdür deyə bu olur 5. 5. 5, 1, 6 qaldı 2, 3, 4. 4 daha böyükdür deyə düşür burada buraya. Bu isə. İndi mən burada artıq 5-i bu sətirdə bunları yaza bilmərəm. Bunları yaza bilmərəm. 5-i yazıram burada buraya. 5, 6, 4, 1 qaldı 2 ilə 3. 2, 3 düşür belə. İndi artıq mən bu sətirdə də 5-i rahatlıqla tapa bilərəm. Burada 5 nəyin yerinə düşəcək? Düz A-nın yerinə. Digərlərin yerinə düşə bilməyəcəyi üçün elə A özü nədir? 5-dir. İndi birinci sütunumuzda 1, 5, 6 var. Qaldı 2, 3, 4. Onlardan nisbətən bu digərlərindən böyükdürsə bu hansıdır? 4-dür. 4-dür. B-ni də tapdıqsa cavab çıxdımı? Bəli. A, B, C, D hamısı tapıldı. Və bunu oturub vaxt itirib həll eləmək ehtiyac yoxdur. Deməli gənclər, bizim burada bir dənə bu sualımız qaldı. Bu biraz vaxt aparandı, bir 15-20 dəqiqədir deyə. Bu məndə həm də hazır versiyası var deyə. Bunu sizə atacağım. Bir dənə bu 88-90-a da oradan bir baxarsınız. Göz gəzdirərsiniz. Qalan bütün sualların demək olar ki, hamısına baxdıq biz. Özünüz də gördünüz, bir 30-35 dənə asan orta səviyyədir. Yəni, haradasa bir 40-a qədər götürmək olar. Asan orta səviyyədir. Amma bir 10 dənə də çətin səviyyə demək olar ki, suallar var. Riyazi suallar. Riyaziyyatınız zəifdirsə girişmirsiniz. Mətnin balacası, böyüyü, fərqi yoxdur. Birinci girişmirsiniz. Və birinci ən sadə analogiya, anaqram, şəkillər, simmetriya, nə bilim, sizə sadə gələn şeylərdən başlayırsınız.
Ondan sonra bir 10-15-20 dənə yazandan sonra ikinci səviyyədə artıq onları yaza bilərsiniz. Sudokusunu, nə bilim, şəklin analizini və bu tiplərini artıq orada yaza bilərsiniz. Məncə siz özünüz də ədalətli qiymətləndirirsəz, bu qəbul, yəni fantastik çətin bir qəbul deyil. Həmişə belə olur. Amma hər kəsə öz qəbulu çətin gəlir.